Salam əziz və hörmətli dostlar, xoş gördük. Ərz edeyim ki, mən sonunda başardım ki, salam əziz dostlar, xoş gördük. Umarım keyfiniz yaxşıdır. Kanadada yazdı, amma çox soyuqdur hava. Umarım gələn dəfə eləyə biləm ki, monitorla gələm. Tapdım və indi share screen download edirəm ki, eləyə biləm gələn səfər bərabər eləyə bilək ki, monitordan istifadə eləyək. Orada mən search eləyə bilim filan. Bəzi işləri orada görək. Yol faydalı olar. Məncə orada çox faydası olar onun üçün. Dostlar, əgər yadınızda olsa, bəzi dostların yadında ola bilər. Bir neçə gün bundan qabaq düşüncə haqqında danışdıq və bir neçə misalda vurduq. Mən də həyəcana gəldim və bir düşüncə otağı açmaq qərar verdik. Dostlarla adlarının da üstündə çalışdıq və sonra bu otağı açdıq. İndi bir otağımız var. İcazə buyurun, mən bunu söndürüm. Bu kompüteri nə olsun, onun işığı düşməsin gözümə. Çünki gözlüğümü dəyişdim. Zalifdir, bu indi bir cür olur ki, mən baş tapmıram ki, nə cür bağlayacağım indi. Bu da bir iyrət tapıldı ehtimalən. Bəli. Tamam. Mən buradan bunu söndürüm. Ərz eləyim dostlar. Çox gözəl. Söndü. Bir də salam olsun. Umarım keyfiniz sazdır. Hər şey yaxşıdır. Bir neçə gün bundan qabaq bərabər bir düşüncə haqqında danışdıq. Misallar vurdum və o misallardan da dedim ki, hər kəs eləyə bilər dostları ilə, 1-2-3 nəfər ilə toplana. İndi bu ola bilər onlayn olsun, yəni məcazi fəzada olsun. Ya da elə huzuri, yəni dostlar məsələn məhəllədə, şəhərdə qərar qoyalar. 2 həftədə bir, həftədə bir, hər gün qalıbdı vaxtlarına, həftələrinə və maraqlarının nə qədər güclü olduğuna. İnsan maraqları üzərə işlər. Əgər bir şeyə əlaqəsi yoxdur, onu işləməz. İşləsə də ürəkdən işləməz, can qoymaz, vaxt qoymaz, yorular, fikri, hövsələsi gedər. Bir zor bir şey olar da, zorun altına adam getməyə biraz zor gəlir. Ərz eləyim ki, o 3-4 nəfər oturar, məsələn bir dənə kitab oxuyarlar, gələrlər. Hər kəsə məsələn 10 səfə oxudu bu günləri. 10 səfəni gələr, orada deyər ki, mən nə düşündüm? Bu sözün nə əhəmiyyəti vardır? Bizim dərdimizə nə cür dəyər? Bunun içindən bir fikir çıxar. Yəni bu 4 nəfər kitab oxuyarlar, 1 ay çəkər, 2 ay çəkər, bir kitabı qutaralar. Roman oxumazlar. Roman da yaxşıdır. Nəinki roman pisdir. Romanların bir çox fəlsəfidir. Amma roman bizim indilikdə dərdimizə dəyən deyil. O da dedim, qeyri-müstəqim elə fəlsəfə içində var, içində dünya görüşü var, yaşam tərzi var. Kitab oxumamaqdan yaxşıdır. Əlbəttə bunu deyim ki, qədimdən bizə deyiblər ki, faydalı kitab var, faydasız kitab var. Kimə görə faydalıdır, kimə görə faydasızdır. Dünyada siz bir kitab tapanmazsınız ki, faydasız olsun. Tamam kitabların bir faydası var. Yəni, kitab yoxdur ki, faydasız ola. Muntaha, mütəəssib insanlar özlərinin təxəssüsü haqqında olan kitabları sevərlər, onlar faydalıdır. Əgər bir kitab onların təxəssüsünün zərərli olsa, onu faydasız görərlər.
Məsələn, indi mollaların kitabları faydasızdır. Kimin nəzərindən? O adamlar ki, mollalarla, dininlə müxalifdirlər. Onların hamısını xurafat bilirlər. Amma əslində dursuz o toplumun bir tarixidir. Yəni hətta bu mollalar var ha bu gün İranda. Fars mollaları, Türk mollaları hamısı farslaşıblar. Pan-Fars şuubiyyə mollası deyirik. Bunların kitabları və bunlar oxuduqları bir çoxu bu toplumların ya bəzi toplumun tarixidir. Tarixinin bir bölümüdür. Yəni məzhəb tarixin bir bölümüdür. Məsələn, İslamda yazıb ki, namaz qılanda məsələn deyirəm. Ya qusl eləyəndə. Əslən belə bir şey yoxdur ki, məsələn, deyir ki, vəxsulu vucuhakum və eydiyakum, əllərinizi, ayaqlarınızı yuyun. İndi bunu nə cür yuyacaqsan, necə yuyacaqsan, bunu qoyubdu hər toplumun özünə. Qusl eləyəcəksən, deyir ki, özünü yuy. Qusl elə, yəni yuy. Demir ki, get məsələn, niyyət elə. Mən niyyət edirəm, məsələn, bizə öyrədilir cənabət quslu, cuma quslu, nə bilim, cuma axşamı quslu, qurban quslu, nə bilim, meyyit quslu, nə quslu. Bunlar o şeydir ki, bu adamlar mollalar deyiblər, amma bu mollaların dedikləri bir tarixdir. Yəni bir şəraitdə gəlibdir, bunu deyiblər, bunun üzündən o da qalıbdır, üzdən toplanıb bir-birinin üstünə gəlib çıxıb bura. İndi məsələn, tuvaletə gedib çıxmağın bir 50 dəsturu var. Amma bu 50 dəstur bir tarixdir, bir tarixdən keçib. Yəni siz bir dənə toplumu tanımaq üçün gərək onu da biləsiniz. Siz desəz ki, mən dini baxmayacağam, amma istəyəcəyəm İran toplumunu tanıyam, camiəşünaslıq oxuyuram, mən baş tapacağam, tapanmazsınız. Niyə? Çünki onda məsələn tamam camiəşünaslar bilmədilər ki, 57 inqilabı nə cür oldu? Nə cür oldu? Mollalar məsələn Əli şəriəti biraz işarə eləmişdi, amma insanlar bilmirdilər ki, məsələn mollalar bir təşkilatdılar. Bu təşkilatın sıfırdan 100-əcən qurulubdur illər boyu. Bunu da ingilislər getiriblər əllərinə, büdcə veriblər, alıblar əllərinə, radionu da qoydular ixtiyarlarında. O fikir düşüncə otağı da planı hazırladı, gətirdi. Xümeyni adlı bir dana savadsız, geri qalmış insanı mindirdi. Küllən İran adlanan torpaqlar, siyasi torpaqlarda, siyasi varlıqda insanların peysərinə. Bu təəssüflə belə bir şeydir. Düşüncə hər halda belə bir şeydir və biz bu düşüncəni 2 nəfərə, 3 nəfərə, 5 nəfərə eləyə bilirik ya da onlayn eləyə bilirik. Mən o iclasda qərara ilə gəldim ki, bir dənə mən otaq açım. O düşüncə otağı Azərbaycan ya İranda yaşayan bu İran adlı siyasi varlıqda yaşayan türklərin partilərinin tanıtması. Bu gün rapor verirəm, bu gün quzarış verirəm ki, neynədik? Otağın adını seçdik. Düşüncə qaldı yerində, elə düşüncə. O yüz bu yüz buna bir bağ koyduk. Dedik ki, düşüncə bağı olsun. Niyə düşüncə bağı olsun? Çünki düşüncə bir dana deyil. Düşüncə hər adam qədər bir düşüncə var. Yəni, məsələn desək, türklər 50 milyondur, 40 milyondur, 10 milyondur, hər neçə milyondur İranda. Hərəsinin bir düşüncəsi var. Mümkündür, bəziləri bir-birinə yaxın ola, bəziləri bir-birinə biraz uzaq ola, bəziləri bir-birinə çox fərqli ola, ya da şəxsin bir-birinin ziddini ola, qarşısında dura. Bu nə deyirlər? Buna deyirlər bağ. Yəni bir bağda hər şey ola bilər. Gül də bitər, tikan da bitər. Meyvəli ağac da olar, meyvəsiz ağac da olar. Ağac olar ki, kölgə salar, ağac olar ki, quruyər gedər. Amma ağac olar. Yəni bağ olar, bostan olar, suyu olar. Böcək gələr, arı gələr, milçəyi olar, filan olar. Yəni hər şeyi olar bu bağın. Bunun üçün bu bağ məncə gözəl gəldi. Yəni özümə də bu dostların da köməkliyi ilə bunu tapdıq. Adını qoyduq düşüncə bağı otağı. Otaq üstündə olmayacaq da, amma elə düşüncə bağı. Bağı eyni halda bilirsiniz ki,
əgər kəndlilərin kültürü ilə tanış olsaz, kəndlilər zəmi biçəndə hər nəyi biçsələr onu bağ bağlarlar. Gedirsiniz, sozu alasınız, cəfəri alırsınız. Deyirsiniz, mənə bir bağ sozu ver, bir bağ cəfəri ver. Əlbəttə, indi bəlkə deyirsiniz, kilo ona ver, amma o zaman ki biz var idik, onda bağla alardılar. Yəni, kilo ona yox idi. Elə o bağda, yəni bağçının, zəmi sahibinin, bağ sahibində, bağ sahibi əkibdir bağda. Siz gedərdiniz, o bağda bunu biçibdir. Soz olsun, cəfəri olsun, indi hər nə olur olsun, onu biçibdir. Onu bir şeylə bağlayıbdır. Ona bağlamaq deyirdi. Bir şeyi bağlır. Dövrəsin bağlır, o da bağlamaqdır. Həm bağ var, bağ əslində dövrəsi bəlli olan bir yer. Bizim fikir bağımız var. Çünki bizi bir, məsələn, paniryanistlikdən saxlır. Bu da bağdır. Yəni, bizi bağlır. Bizi bir-birimizə bir şeylər var bağlır. Məsələn, birin eşqi bağlır. Birin nənə-dədə məhəbbəti bağlır. Birin qonşuluq bağlır. Birin dostluq bağlır. Birin kirvəlik bağlır. Birin, nə bilim, evlilik bağlır. Bir çoxun evlilik bağlır. Bir çoxun iş yeri bağlır. İş bağlır. Bir çoxun sahə, işlədiyi sahə bağlıdır. Bunlar bağdır ki, bizi bir-birimizə bağladır, yaxınladır. Bağın da işi budur. Dedim, bağın bir məhdud bir yerdir. Ya hesarı var, ya hesarsız. Amma bir yeri var. Yəni, bəlli bir bağı var. Dövrəsində bunun bir yeri var. Siz oradan o yüzden sizin bağınız deyil. Bu bir məhduddur. Bunun içində hər cürə ağac əkə bilərsiniz. Hər cürə ağaçlar hərəsi bir fəslidə, bir zamanda meyvə verə bilər. Hərəsinin bir cür gülü ola bilər, hərəsinin bir cür ətri iyi ola bilər, hərəsinin bir cür rəngi ola bilər, hərəsi bir boyda, boyları fərqli ola bilər, yoğunluqları fərqli ola bilər. Ondan sonra su nə qədər lazımdır, fərqli ola bilər. Yerdən nələr alır, fərqli ola bilər, yerə nələr verir, fərqli ola bilər. Hangi heyvanlara yuva düzəldir, o da fərqli ola bilər. Hangi meyvələrin tamı, hətta məsələn bir ağacda mümkündür tamlar fərq eləsin. Ya iki ağac ki bir növdandır, bir dənədəndir, onların da meyvəsi fərq eləsin. Eyni elə insan kimi. Bunun üçün bunun adını qoyduq. Dostlar, xahiş edəcəm gələnlər əgər imkan olsa şeir eləyəsiniz. Mən heç vaxt istəməzdim şeir eləyə dostlar. Amma bu son dəfə ki bu şeylərə girdim, nəzərimə gəlir ki, şeir eləmağın bir faydası olacaq. O da budur ki, dostlarımız bəlkə gələrlər, görərlər, həvəslənərlər və bəzi bəhslərdə iştirak elərlər. Mən də öyrəşdim ki, nə cür biri çağıranda deyir, məni də gətir üstə. Orada da o nə cür görünür. O da bir şeydir ki, onda keçən səfər öyrəşdik. Umaram ki, dostlar qonu haqqında danışmaq üçün üstəgəlləmək istəyərlər. İndi yenə tozih verəcəyəm, biz bu tezlikdə otağımız işə başlayacaq ehtimalən gələn həftə. Gələn həftə 150, hazırıq ki, gələn həftədən otağımız, bu düşüncə bağı işə başlasın. Dostlar, orada indi onu danışacağım. Çünki bu günləri istəyirəm ki, o haqda güzarış verin, birdən-birə ora getməyim. Dostlarla bu haqda bir rapor verin, bilsinlər ki, nələr olacaqdır, nələr olmayacaqdır. Ərz eləyim. Tamam. Mən bir tədad dostlara göndərdim. Dostlar inşallah gələrlər. Otağımızın adını qoyduq düşüncə otağı. Nə edəcəyik biz? Amacımızın əsasında. Dedik, düşüncə otağı nədir dostlar? Ya otağı fikr. Otağı fikirdə bir dənə əsli mövzu olur. O mövzudan qırağa çıxmazsınız. Dedik ki, əgər istəyirsiniz görəsiniz ki, məmləkətdə istiqlalları nə cür alıblar,
Gedərsiniz, oturarsınız məmləkətlərin istiqlallarına. Hədəfiniz də var da. Dedik ki, deyirsiniz ki, 200 məmləkət istiqlal alıbdı, istiqlalı var. Bunların 150'si geçən 100 ildə, 79 ildə istiqlal alıbdı. Siz gedirsiniz, bir dənə qrup təşkil verirsiniz, deyirsiniz, mütaliə eləyək, görək ki, hər məmləkətin o stratejisi ki, hangi stratejisi? Çoxlu stratejilər tutublar, şikəst yiyibdir. Amma bir strateji onları müvəffəq edibdir. Hangi stratejilər sınıbdır? Biz 150 dənə strateji tapa bildik ki, müvəffəq olubdur. Məsələn, mümkün 1000 dənə də strateji tapaq ki, sınıbdır. Baxın, oldu bu 1150 dənə. 1150 dənə strateji özü bir lisansdan çox-çox yuxarıdır. Yəni, lisans dövrəsində bir belə bir şeyi oxumaq olmaz. Onun üçün bu amma buradan çıxmırsınız. Ya siz getmirsiniz ki, bunlar suda neynədilər, elektrikdə neynədilər, sənətdə neynədilər, bankda neynədilər, biymədə neynədilər. Bunların işiniz yoxdur. Sizin işiniz nədir? Bunlar hangi stratejiləri ilə müvəffəq oldular, istiqlal alalar, az ölü verələr, məsələn, istiqlalda, ya hangi stratejiləri şikəst yedi, istiqlal ala bilmədilər. Baxın, siz fəqət bunun üstündə işləyirsiniz. Tamam, indi otaqda neynərlər? Otaqda həm özünüz mütaliə edirsiniz, həm də mümkündür ki, ustadlardan, alimlərdən, xarici savadlılardan bu sahədə işləyənləri dəvət edəsiniz, deyəsiniz ki, bizə fikrinizi de görək ki, məsələn, siz nə bilirsiniz. Çünki bəzən görürsünüz ki, bir iddə adamlar mütaliə ediblər, dərinləşiblər. Bu dərinlikdə gəlir sizə, məsələn, o şey ki, siz mümkün 3 ayda, 5 ayda 10 nəfərə oxuyasınız, yetişəsiniz ya yetişməyəsiniz, o adam bir ömür qoyub, 40 il ömür qoyub, 50 il ömür qoyubdur. Məsələn, 400 Ziya Sədr Əşrafi biri canlı kitabxanadır. Məsələn, onun təcrübəsi, o kitabları oxuması bizə böyük bir, yəni Allah uzun ömür versin, çox böyük bizə qənimətdir. Heç olmasa bilirik ki, nə oldu? Bizim ixtiyarımızda 1 saatda, 2 saatda o şey ki, mümkündür bizə elə onu 40 ilə oxuyaq, onu gətirir qoyur bizim huzurumuza, deyir, bu 40 ilin nəticəsidir. Bu çox-çox önəmlidir ki, bunlardan da istifadə olur otaqda. Amma hangi hədəf üstə yenə o otağın amacı üzərində. Siz otaqda da məsələn getmirsiniz ki, məsələn biz şeyi danışaq, məsələn deyirəm, Urmu gölünün niyə suyu yoxdur? O sizin otağın qonusu deyil. Ona bir ayrı otaq düzəldiblər ya düzəltmişsiniz. Mümkündür ki, bir nəfər gələ 10 dənə otaq düzəldə. Deyək ki, burada Urmu gölünün haqqında danışacağıq. Mən bunu təşkilatladıram. Məsələn, Urmu gölü, o birisi otağı təşkilatladıram. Məsələn, inqilablar haqqında, o birisi qonunu işlədirəm. Məsələn, framasonlar haqqında, onu bir ayrı otaq düzəldirəm. Məsələn, Qacar haqqında belə gedir qabağa. Bu bir şeydir. O da bir təxəssüs deyil. Ya bilərsiniz, məsələn, bir neçə dənə eyni halda bir neçə fikir qrupu, düşüncə qrupun toplayasınız, onları işə alasınız, amac verəsiniz və onların işinin sonucu çıxar. Sonucundan da millətimiz faydalanır. Bu çox önəmli bir şeydir. Amma hər halda heç otağın qonusu o birisi otağa getmir. Çünki onda da qonu olmur. İndi bizim otaqlara bənzir ki, bir çox onlayn otaqlar vardı. Məsələn, bu otaqların içində o fikir otağı deyirlər, amma məsələn, gülmə otaqları. Bunlar daimən vardılar, söyüş otaqları. Daimən var, daimən söyüş verirlər bir-birlərinə, coç deyirlər, bir-birlərini təhqir edirlər, bir-birlərini. Bunlar da otaqdılar, amma bunlar da düşüncə otağı deyil. Düşüncənin yenə də bu günləri biraz yazmışam ki, düşüncə keçən dəfələr çox danışmışam mən düşüncə haqqında. Bu günlərdə biraz düşüncənin haqqında yenə danışacağıq. Amma əvvəl quzarışı verim ki, quzarış nə oldu? Otağı açdıq, otağı Clubhouse-da açdıq. Dostlar, əgər mənim Instagram səhifəmə geçsələr, orada qoymuşam bunu. Instagramda elə ərəb əlifbası ilə düşüncə bağı yazsalar gələcək. Latin əlifbə ilə düşüncə bağı yazsalar gələcək. İnsafəli hidayət yazsalar gələcəkdir. Bu ingiliscə. Yəni Latin əlifbə ilə, ingilis əlifbası ilə yazsaz ki, insafəli hidayət, yenə də Clubhouse-da bu 3 dənə yol olan Clubhouse-da ola bilərsiniz. Lütfən, mən bir dənə cıqqılı bir video kimi də hazırlamışam, muziki də var üstündə. Onu paylaşın dostlarına, mənim səhifəmdə var.
bilmirəm, ben başarsam onu başarmıram, amma başarsam görüm buradan eləmək olur. Başarsam yox, olmur. Onu yaya bilərəm, amma onu lütfən dostlar yayın. Qoyun dostların əlinə keçsin, bilsinlər ki, belə bir otaq açılıb. Onlar ki, siyasi fəaliyyət edirlər, bu otağa gəlməlidirlər. Niyə gəlməlidirlər? Çünki birinci dəfə bir dənə otaq, fikir, düşüncə otağı açılacaq. Bu otaqda Azərbaycanla ilgili siyasi təşkilatlar, hizblər, partilər, sazmanlar, cibhələr gələcəklər bura. Liderləri, %90 liderlər gələcəkdir. %10 sözçüləri. Bir nəfər də deyib ki, mən lider də deyirəm, əlbəttə o partinin öncə lideri oydu, amma indi hətmən seçimləri olub, iç seçimlərində bu adam şeyə yenibdir, müşavir, mərkəzi komitənin müşavirinə yenibdir. Amma əslində parti quran demək olar ki, illər boyu, 20 ildir zatdır, bu partini quran şəxs gələcəkdir. Yəni, birinci dəfə bir otaq açacağıq, o otaqda bir partini dəvət eləyəcəyik. Deyim ki, buracan iki parti ilə əlaqə qura bilməmişik. Dostları bəsic eləmişəm ki, o iki partinin də liderlərini tapsınlar, dəvət eləsinlər, federal olsun ya istiqlalçı, fərq eləməz. Azərbaycan haqqında, Azərbaycanlılar haqqında olan hizblər. Qəşqaylərlə də əlaqə deyəm, onlardan da bir parti hazırlığını elam eləyibdir. Türkçəmənlərlə də əlaqə qururam, onlarda bir partilərin tapa bilsək. Əlbəttə bir dənə burada dostumuz vardı, onu bugün yadıma düşdü ki, niyə mən ona mesaj verməmişəm. Kanadada ona mesaj versəm, təbiətən fikir edirəm ki, hızla onları da taparam. Türkçəmənlərin də partilərini taparıq. Birinci dəfə bu partiləri gətiririk bu otağa. Bu otaqda ötürməyəcək. Nə cür ötürməyəcək dostlar? Belə qərarla gəldim ki, bir dənə partini, X partini deyirik gəlin bura. X parti gələcəkdir bura qəbul eləyən. Ki, buracan hamısı qəbul ediblər. Fəqət biri döktür Sehri Qanlıgil. Deyiblər ki, biz komitə mərkəzimizlə, üyələrimizin bir tedadı ilə özləri bilirlər, məşvərət eləyək, ondan sonra gələk. Gözlürük. Fəqət o parti buracan şərt qoyubdur, yəni deyibdir ki, mən məşvərət eləyəcəm, sizə cavab verəm. Ondan sonra qalan partiləri ki, əlaqə qurmuşuq, hamısı deyiblər gəlirik. Liderləri gəlir, əksəriyyətdə bir ikisinin sözcüsü gələcəkdir, birinin də gələcəkdir. Komitə mərkəzinin müşaviri gələcəkdir. Buracan bu xəbərimiz çox gözəl. Ondan sonra nə edəcəyik? Məsələn, Əlif hizbini çağırırıq, deyirik, gəlin bura. İndi adlarını da yazmışam orada dostlar. Orada bu gün yayacağım, üzülsəm, adlarını yazmamışam. Bu günləri gözləyirəm ki, yazmışam. Əgər irada olsa mənim yazımın adlarında, hizbilərinin, partilərinin, təşkilatlarının adında iştibahım olsa, əlifba yazanda yanlış tayp eləsən falan, bunları tutsunlar. Onları tutandan sonra mənə göndərsinlər ki, düzdür. Düz olandan sonra onun agəhisində yayacağım adların. Amma demağında da heç iradə yoxdur ki, deyəm kimləri dəvət eləmişik və kimlər qəbul eləyiblər. Buracan qəbul eləyənlər, mən yenə gedim özüm bu şeyə, Instagrama və öz Instagramım açsın. Mənim Instagramıma dostlar getsəz, belə bir şey görəcəksiniz. Burada bir dənə də gözəl musiqisi var, görüm aça bilərəm. Tez qutardı bu, necə oldu? Güləcəksəm gözlərinə, güləyim o zaman. Yanacaksam seninle, yanayım o zaman. Gideceksen peşinden, geleyim o zaman. Öyle
Geleceksem yanında öleyim o zaman. Əziz dostlar, mən bu oxumağı bu bu yazıya çox yaxşı gördüm. Güləcəksəm səninlə gülüm, öləcəksəm səninlə ölüm, gedəcəksəm səninlə gedim. Çox gözəl. Yəni biz birləşməliyik. Birləşmək nə üçün? İndi bunları danışacağıq. Amma indi ondan sonra gedək bu çox üzr istəyirəm, mənə bir dəqiqə. Dostlardan biri yazıb ki, özün tək danışırsan. Bu gündən ərz elədim, olacaq, amma bunları deyəcəyəm. Dostlar indi istəsələr qonu haqqında danışmağa, hər kəs istəsə qonu haqqında, mövzu haqqında danışsın. Gözümüz üstə yeri vardı, gəlib danışa bilər. Ərz edeyim ki, indi bir dana bu adları deyim kimlər qəbul ediblər, gəlsinlər və fəqət gözləyirəm. Mən əlifba üzü ilə bu adları tənzim eləmişəm ki, heç kəsə ədəbsizlik olmasın. Əlifba qədimdən əlifba üzü iləndir. Araz Ataxan Güney Azərbaycan Cumhuriyyət Partisinin başqanıdır. Qəbul ediblər, gəlsinlər, düşüncələrini desinlər. Əjdər Təqizadə cənabları Güney Azərbaycan, məsələn, mən indi burada baxanda gördüm ki, iştibah yazmışam. Azərbaycanın arasında bir dana sıfır gəlib düşübdür. Ehtimalən bu əlimi vuranda düşüb bura sıfır, yəni bunu görməmişdim. Güney Azərbaycan Demokratik Türk Birliyi Başkanı qəbul ediblər, gəlsin. Çox sağ olsunlar. Əmir Mərdani Azərbaycan Öyrənci Hərəkatı Başkanı Azov qəbul ediblər, gəlsin. O birisi dostların da şeyin deyim, xülasələrini deyim. Ataxangilin təşkilatının, yəni o Güney Azərbaycan Cumhuriyyət Partisinin xülasəsi cacıb olur. Bəlkə geycəb. Beləsi də oxuna bilər, bilmirəm. İngiliscə olmadığı üçün elə bu cacıb oxumalıdır, çünki türkcədir. Əjdər Təqizadə cənablarının hizbinin adı, təşkilatların adı Güney Azərbaycan Demokratik Türk Birliyi olur, QDTP-B. QADTB başqanlarıdır. Əmir Mərdani cənablarının ərz elədim, Azərbaycan Öyrənci Hərəkatı Azov başqanıdır. Əmir bəy qəbul ediblər, gəlsin. Eldar Qaradağlı cənabları Güney Azərbaycan Qurtuluş Hərəkatı Təşkilatı başqanlığında, o da olur Q ya Q G H T Bu, yəni əlifbadır da, bunların bir yerdə bir şey çıxartmaq olmur. Sadiq İsabəyli cənabları Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşkilat mənsubudur. Bu da Camac təşkilatına, bu da budur. Salih İldırım cənabları Güney Azərbaycan İstiqlal Partisi Cayıb sözcüsüdür. Burada Salih bəy İldırım da Cayıb ya Güney Azərbaycan İstiqlal Partisinin sözcüsüdür, gələcəkdir. Salih Kamirani Azərbaycan Mərkəz Partisi AMP, İngiliscə dedim burası, başqandır burada. Təşrif gətirəcəklər. Mahmud Bilgin də ola bilər. Mahmud Bilgin yazmışam. Əgər irad tutsalar dəyişəcəyəm. Feylən ki, türkçəsində də Mahmud deyilir, Mahmud yazılır. Onun üçün mən də beləsi yazmışam, Mahmud Bilgin. Güney Azərbaycan Demokrat Partisi QDP CADP başqanı. Onlar da qəbul ediblər, gəlsinlər. Məcid Riza Azərbaycan Milli Dirəniş Təşkilatı AMDT sözcüsü
qəbul eləyiblər gəlsinlər. Yunus Şamili cənabları Azərbaycan Demokrat Partisi. Bu da belə deyilir ADP Mərkəzi Komitə Şura müşaviri. Üzrəm, Mərkəzi Komitə müşaviri. Gördüyünüz kimi bunlar qəbul eləyiblər. Bir-iki partidən, o cümlədən Federalist Parti var. Dəvət eləməyə çalışıram, onları da gəlsinlər. İndi nə edəcəyik dostlar? Bu otaqda birinci dəfə bunları hərəsin bir dəfə dəvət eləyəcəyik, vaxt verəcəyik. Məsələn, mümkündür. Feilən mən əgər səhv eləmirsəm, dəyişilməsə, çünki biz bunu adların agəhsini verəndən sonra yenidən hər kəsdən soruşacağam ki, kim hazırdır, tez gəlsin. Salih bəy İldırım cənabları demişdilər ki, tez gələcəklər. Əlbəttə bir Azərbaycan təşkilatı da vardı, yenidir. O başqanı dedi ki, biz hələ üçün kamil bu işi qutarmamışıq, qrup qutarmamışıq təşkilatı, vaxtımız çox hızlı və sürətlə işlirik ki, eləyə bilək. Bir ildən sonra, bir il vaxtları vardı, onların əsasnamələrin, nizamnamələrin, məromnamələrin, bərnamələrin, siyasətlərin, stratejilərin və ha belə qolların, müxtəlif şaxələrin təyin eləyələr, bərnamələrini qoyalar. Ondan sonra dedi ki, biz o qutarmamışdan vaxtımız olmayacaq danışaq. Umaram ki, bizim bu proqram qutarmamışdan onlar da eləyə bilsinlər, qoşulsunlar. O da Güney Azərbaycan Dövlətçilik Şurasıdır. Umaram ki, onlar da qurtararlar və bu proqrama qoşularlar. Görək nə olacaq. Amma buracan Salih bəy İldırım cənabları Cayıb təşkilatından, Güney Azərbaycan İstiqlal Partisi təşkilatından elan ediblər ki, hazırdılar, ən başda gələrlər. Bəlkə də onlarla başladıq. Nə edəcəyik? Bu parti gələcək. Məsələn, Salih bəy İldırım cənabları gələcəkdir, parti sözçüsüdür, gələcəkdir, başqan dedim, üzrəm, sözcüdür, sözcü gələcəkdir və 4 saat, bugün hər gün 4 saat bərnaməmiz ola bilər. Yəni, hər gün ki, xeyr, həftədə 2 dəfə ya 3 dəfə otaq olacaq, təşkil tapılacaqdır və 3 saat, 4 saat uzunluğunda olacaqdır. O 3 saat, 4 saatda dostlar, sualları mən soruşacağam. Onların məndən sual soruşub cavab istəmək haqqıları yoxdur. Özləri sual, özlərindən soruşa bilərlər. Mən buna bir şey yazdım. Mənşur deyirlər, əsasnamə deyirlər, iş qaid quralları deyirlər, işbirlik quralları deyirlər. Bir qurallar yazdım buna ki, dostlar, hər kəs bunu qəbul eləsə gəlib burada danışa bilər. Qəbul eləməsə gəlib burada danışa bilməz. İlla ki, indi mən onu da tapım hardadır. Bir dəqiqə dostlar, mən bunu download eləmişdim kompüterimə. İndi görüm orada tapa bilsəm sizə onu oxuyayım ki, qurallarımız nə olacaqdır? Bəli, buradadır. Tamam. Belə bir mətn yazmışıq və otağın müqərrəratın əsasnaməsini açıqlamışıq dostlara ki, bu əsasda olacaqdır ki, dostlar, bunu hər dəfə təkrar eləyəcəm. Yəni, hər otaq başlananda bunu deyəcəm. Çünki həm otaqda qulaq asanlar da buna müraciət eləməlidirlər, şirkət eləyənlər də, mən də. Yəni, çərçivə üstündə, bir qanun, qaidə üstündə getməliyik. Otaq hərdən bir ola bilməz. Məsələn, indi oxuyun bir-bir. Düşüncə bağı otağının əsasnaməsi. Əziz və hörmətli Güney Azərbaycan siyasi təşkilatlar mənsubları.
Salamlar, sayğılar. Güney Azərbaycan Düşüncə Bağı otağına xoş gəlmisiniz. Sizlərə də haber. Düşüncə bağının ana yasası, ya qanunu, ya iş çərçivəsi, hər nə desək olar. Əlif, İnsafəli Hidayət tərəfsiz olaraq bu otağı idarə edəcək. Mən tərəfsizəm. Mən orada nə bu hizb, nə bu hizb, heç birisinin tərəfdarı deyiləm. Mənim bir düşüncəm var. O düşüncənin əsasında və sizlərin düşüncəsinin əsasında ki, sual versəz, onları çəlicə çəkəcəyik. Qonaqlara deyəcək ki, cavab ver. Qonaq hizb deyə bilməz, mənim cavabım yoxdur. Deyə bilər ki, buna hazırlığım yoxdur, sabah gəlib cavab verirəm. Sonuncu gələsə cavab verirəm. Bu olar. Yəni, təbii ki, bir dənə hizbin başqanı hər şeyi bilə bilməz. O hizbidə nələr geçir, ya proqramlar nələrdir. Eləyə bilər desin ki, məsələn, filan şeyi sabahları cavab verirəm. Təbii ki, bu qəbul olunar bir şeydir. Amma mən tərəfsizəm. Yəni, X partinin tərəfdarı olan, Y-in müxalif olan belə bir şey olmayacaqdır. Hə, mən bir şeyin tərəfdarıyam. Azərbaycan və Türk milləti. Yəni, mən bunun tərəfdarıyam. Bununla lazım olsa adamlarla müxalifət, əlbəttə mənim müxalifət edilmə haqqım var. Yəni, bunu indi deyəcəm. 2. Sizlərdən soruları İnsafəli Hidayət soracaq. Məsələn, dostlar gəliblər, cənablarınız gəlmişsiniz, huzurunuz var otaqda, qulaq asırsınız. Hər kəsin adı, şöhrəti bəlli olmasa, ya əksi bəlli olmasa, onu otaqda soru haqqı vermirik. Çünki bilirik, Azərbaycan siyasi təşkilatlar gələndə idarə ittilaat, bəsicilər, müxaliflər, düşmənlər də gələcəklər otağa. Bunun üçün biz orada icazə verə bilmərik ki, otaqda hər gələn gəlsin, məsələn, söyüş versin, ya təhqir eləsin, ya bir pis söz desin, otağın qonaqlarına, şəxslərə və cənablarınıza ki, oturmuşsunuz, qulaq asırsınız. Çünki otaqda əgər bir nəfər birini aşağıya gətirir, o onu aşağıya gətirmir. Bəlkə hamını ki, o sözü eşidir, aşağıya gətirir. Biz bunun qabağını almaq üçün belə bir şey elədik ki, sorunu fəqət mən soracağam. Əgər, məsələn, deyək ki, Fatimə Qəşqai xanım orada otaqdadır. Deyir ki, mən istəyirəm soruşam. Əksi var, adı var, bəllidir. Buyurun, sorunuzu soruşun. Amma sorunuz ədəb üzərində olacaqdır. Müəddəb və siyasi politika sorular. Yəni nə demək? Siyasi politika nə demək, dostlar? Məsələn, deyirik ki, siz mənə deyirsiniz, İnsafəli, sən şeysən, diktatorsan, faşistsən, anarşistsən. Bu siyasi termlərdir. Bunlar tohin deyil. Təbii ki, Vətən bəy. Umaram ki, amma bu bilirik də, otaqlarda görmüşük. Bizim hətta xüsusi otağımızda birdən görürsünüz, biri hək edir, gəlir, məsələn, bir söyüş verir. Keçən dəfə, məsələn, otaqların birində oldu. Oğuz bəylə fikir edirəm. Orada bir nəfər girdi içəriyə, otaqda, məsələn, söyüş verdi, çıxdı, getdi, məsələn. Ya, onun üçün biz bunun qabağını almaq üçün belə bir düşündük ki, soruları mən soruşum. İlla bu ki, adamlar tanılar. Məsələn, vətən fədaisi. Əgər bu adamı biz görsək, tanısaq, mən indi görmürəm ki, bu adam kimdir, tanımıram da. Soru haqqı verməyəcəyik orada. Yazacaqdır, sorunu biz oxuyacağıq. O sorunu oxuyandan sonra sorunu siyasi, politik surətdə soruşacaq. Yəni, içində əgər məsələn bir ədəbsizlik də olsa, əlbəttə demirəm ki, Vətən bəy, sizə kim gəlir ona görə, neçə gündür dost olmuşuq, ona görə deyirəm. Misal vururam, yoxsa sizə iradətim yerindədir, onu bilin. Ondan sonra deyəcək ki, buyurun, gəlin sualınızı soruşun, ya da ki, o sualı biz soruşacaq. Bu, odur. 3. Əgər vətəndaşlarımızdan qonu haqda, fəqət qonu haqda, yəni, məsələn, biz bu adamdan soruşmayacaq. Məsələn, Salih bəy Yıldırımdan sormuşaq. O Balıya görə, Həsənə görə, Qasıma görə, Cünaz Teliyə görə, filankəsə görə düşüncən nədir? O bizə rəbti yoxdur. O hizbin işi deyil. Bu, qonu haqqında. Qonu haqqı nədir? Hə, məsələn, sizin filan hizbin işinə görə nəzəriniz nədir? Ola bilər. Yəni, bunlar ola bilər. Qonu haqda soru gəlirsə, adı bəlli olan vətəndaşlar soru sora bilər və Hidayət o soruları sizlərə
Mən o soruları sizə yönətirəm. Hər kəs o birisi, hər kəs təşkilatında olan yer ya mənsubiyyəti və soy adı ilə xitab olacaqdır. Yəni məsələn filan kəs döktürdü, filan kəs mühəndisdir, bunlar bizim işimiz yoxdur. Hər kəsin bir adı var, bir soy adı var. Yəni famil deyirik, İranda belə bir şey vardı. Aleykümselam əziz və hörmətli dostlar, xoş gəldiniz hamınız. O adı və bir də o partidə bir yeri var. Məsələn dedik ki, Salih bəy cənabları o hizbin sözçüsüdür. Da biz onu deyə bilmərik, bu adam oranın lideridir. Tamam, bu da o cür xitab olacaq. Salih bəy İldırım cənabları, bu cənab sözü də gedəcəkdir. İldırım cənabları. Ya İldırım bəy. Beləsi sorular o cür olacaqdır. Cavab verdiyi qədər, hər siyasi təşkilatın vaxtı nə qədərdir? İndi 4 saat bugün vaxtı var. Qutarmadı onun suallarımız. Çünki sualları indi bəlkə bir gündə sualları oxudum. Burada fikrim 350 dənə sual tərrahlad eləmişik. 3500 kəlmədir. Yəni özü az qalıb bir uzun məqalədir. Uzun məqalədir, çox qısa suallar. Qısa sual ki, sualların bəzisi uzundur. Amma məfhum olaraq kiçik ki, insanlardan soruşanda 2 sualı, 3 sualı bir yerdə soruşanda yaddan çıxır, cavab vermirlər. Ona görə ki, o cür olmaya gəldik, dedik ki, sualları bölək. Sualları məsələn deyirik ki, indi gəlin bura bir misal var. Millət nədir? Milləti tərif edin. Demirik milləti, məsələn deyirik, sizin nəzərinizdən millət nədir? Millətin müşəxxəsləri nədir? Milləti nələr qovmudan ayrılır? Ayırır. Camiişünaslığa gedir, amma hizb bunu bilməlidir. Hizb ya deyəcək, mən məsələn, Azərbaycanlılar siz millət bilirsiniz ya yox? Qəşqailəri ayırıram. Baxın demirəm ki, İrandakı türkləri. Deyirəm ki, Qəşqailəri millət bilirsiniz ya, türkmənləri millət bilirsiniz ya yox? Məsələn, xəlicləri millət bilirsiniz ya yox? Çünki istirik ki, dəqiqən cüz'iyyata cavab versinlər, üstündən geçməsinlər. Millətimiz onların düşüncəsini tanısın, onlar da bizim onlar da özlərin bilsinlər ki, mən məsələn hazıram yox. Əlbəttə soruları bir həftə qabaqdan göndərəcəm. Hər kəs soruları məsələn deyirəm, sabahları ya bu gün ya sabah. Soruları hamıya göndərəcəm qonaqlarımızın hamısına. Hamısının vaxtı olacaqdır, bəzisinin bir həftə, əvvəlinci adam gələn adam mümkündür bir həftə vaxtı ola. Birinin mümkündür 3 ay vaxtı ola. Amma onu oxuyacaqdır, o sorulara hazır gələcəkdir. Çünki biz istəmirik ki, bunlara deyək ki, hə, sən savadsızsan, sən bilmirsən, sən təcrübən yoxdur, sən filansan, bəhmənsən. Yox, bu bizim işimiz deyil. İnsanlar bir dana ağır yola və yükün altına giriblər. Uzun bir yol, ağır bir yol, ağır yük. Onun altına giriblər, bunu çəkirlər, çəkməyə çalışırlar. Və biz bunlara ayrı bir yük qoymaq istəmirik. Fəqət istirik biz onları tanıyaq, onlar da özlərini də tanısınlar. Görsünlər zəifləri var ya yox, bizim sorulara cavab harda verə bilmirlər, orada işləsinlər. Harda zəifdirlər, kesinə oranı gücləndirsinlər. Bu da o birisi. İndi 1 saatda cavab verə bilmə, 3 saatda cavab verəmədi, deyəcək ki, mən yoruldum, ya vaxtımız 4 saatımız qutardı. Bu gələn cələsə. Gələn cələsə həftədə 2 dənə olsa, ikinci cələsə olacaq, 3 dənə olsa, o 2 cələsədən biri olacaqdır. Ola bilər bir həftə, yəni 3 gün, 4 gün bu adam sorulara cavab versin. Çünki sorular dedim 300-350 sualdır. 300-350 sualın hərəsini 1 dəqiqə vaxt qoysaz, görün ki, nə qədər vaxt alır. O halda ki, bəzi suallar qətlən 10 dəqiqə çıxacaqdır. Və biz suallara zaman qoymayacaq. Amma onu da yazacağım, indi onu da deyim. Deyir ki, mümkündür oturun 1 saat ya da 5 saat sürsün. Tamam. Ondan sonra deyir mənə, əgər sorular və cavablar bir gündə 4 saatda bitməzsə, ara düşmədən, yəni arada bir ayrı hizb gəlib danışmasın və ardı kəsilmədən ikinci ya üçüncü günlərdə də devam edəcəkdir. Yəni, yenə də onların danışmağın ikinci günü, danışmağın üçüncü günü devam edəcəkdir. Ondan sonra deyir ki, soruların cavabı olduqca xülasə və müstəqim olmalıdır. Olduqca. Bunu nə cür təşxis verəcəyik?
bunun təşxisi İnsafəli Hidayətə bağlıdır. Yəni bunu mən təşxis edəcəm ki, bu adam çox uzun danışır. Ayrı sözlər deyir, cavab vermir. Ayrı sözlər desə, ya uzun danışsa onu qıslatmağa, ya sualı kəsib ədəbsizlik hesab olmayacaq. Bu kəsəcək, deyəcək suala cavab ver. Sual budur. Yəni o adam, əlbəttə məndə də bu ittifaq olur. Bir nəfər sual soruşur, gedirəm hər şeydən danışıram, o sual yadımdan çıxır. Ona görə biz bu belə bir qayda da qoyduq. Ondan sonra nə olacaqdır? Əgər parti mənsubları suala cavab verməkdən qaçınırsa, ya cavabda haşiyəyə gedirsə, İnsafəli Hidayət qonağın söhbətini kəsib sorunu yenidən soracaq. Tamam, bu da onu tozih verdim. Ondan sonra deyir ki, soruların cavabı qane edici oldu ya olmadı, İnsafəli Hidayətin təşxisinə bağlıdır. Qonaqların sonuncu cavab haqqı var. Mən deyəcəm ki, məsələn, mən qane olmadım. Bu cavab məni qane eləmədi. Mən istədiyim cavab deyil. Çünki mən onda tərəfdar olurum. Elə bil ki, mənim bir cavab istəyirəm ki, onlardan bir cavab istəyirəm ki, mən istəyirəm onu. Yox, mən istəyirəm cavab deyil onun ki. O özlərinin cavablarını mənə verəcəkdir. Öz partilərinin cavabını verəcəkdir. Mənim haqqım yoxdur ona ilqa eləyəm. Mən dünən bir müsahibəyə qulaq asırdım. Adam buna görə ki, Türkiyədə idi. Müsahibə elirdi bir nəfərlə. Ona cavabı sualda verirdi ki, sən belə cavab ver. O yox, o düz deyil. O tamam dünyanın bir çox yerində olar. Mən də bunu Günas TV-də olanda bəzi qonaqlara bu cür elərdim. Yəni bu şeydir. Herfey işin bir tərəfidir. Düzün axtarsınız. Yəni adamları el eləyəsiniz ki, siz istədiyiniz cavabı verə. Onda nə olar? Bundan çıxa bilməz eşiyə. Məsələn, fikir edin ki, Əmir Əhmədini ya Nasir şeyi, məsələn, bu cürsü salırsınız tora, o siz istədiyiniz cavabı verir. Gələn dəfə ondan çıxanmır. O ondan çıxanmır və qalır sizin toruzda. Değişməyə məcbur olur ya şey. Məsələn, indi bilirsiniz ki, Huşəng Əmir, Döktür Huşəng Əmir Əhmədinin bir çox nəzərləri dəyişibdir. Məsələn, İran tarixi haqqında ya bəzi şeylər haqqında bununla belə ki, çox ultra faşistdir. Ultra faşistdir. Yəni faşist var, bir məmuli faşist var, bir 2 dərəcə faşist var, bir də 6 tüfək faşist var. Farsda şişlul deyirlər ha, bu o şişlul faşistdir. Hər halda biz o faşistliyinə baxmayaraq hörmət qoyuruq, amma faşistlikdə da bir gün qabağımıza çıxsa savaşımızı aparacaq. O da yerində. Ondan sonra deyirik ki, mən məsələn dedim, mən qane olmadım bu sualdan, ya baş tapmadım nə deyirsiniz, ya bunu biraz açıqlayın. Yenə cavab vermə haqqıları var. Bu cür deyir ki, mən cavab deyəm, o qoymayam onlar danışa. Yox, bu da olmayacaqdır. Ondan sonra deyirik, əgər cavablarda partilər ki, huzurları olacaqdır, əgər cavablarda hər bir birey şəxsidir. Farsca şəxs, ərəbcə şəxs işlədirlər İranda, ərəb sözdür. Biz onun yenə türkçəsi bireydir. Şəxsi də olur bireysel. Əgər bir bireyə, bir adama ya təşkilata tohin edə danışan qonağımız X qonaqdır, gəldi məsələn bir dənə ayrı partiyə, ya qulaq asanlara, ya mənə, ya bir hər kəsə ki, huzur var ya yoxdur. Tohin eləyə, iftira ata, təhqir eləyə, mənfi sifət verə. Adam deyil, düşünmür. Məsələn, burada nə edəcək? Deyəcək ki, belə bir sifətlər dilinə gətirirsə, nə edəcəkdir? O fərd və təşkilata, o fərd ki, o sifəti ona verilib, ona bir pis söz deyildi, onun haqqı var, gələ programa çıxa cavab verə. O adama cavab verə, mənə yox. Çünki mən heç kəsə hədəfsizlik eləməyəcəm və qoymayacağım eləyər. Onun üçün də bunu deyirik. Bunun cəriməsi də var, dostlar. Bu cür deyir ki, adam gələ proqramda, məsələn, deyir ki, məsələn deyirəm, Həsənqulu anlamır. Bu bizim şeyimiz deyil. Amma deyə bilər Həsənqulu siyasi adam deyil. Elə bilər desin ki, Həsənqulunun təcrübəsi yoxdur. Elə bilər desin ki, Həsənqulunun savadı yoxdur. Bunlar tohin deyil.
Amma bu ki məsələn təhqir bilirik nədir, tohin bilirik nədir? Bunlar işlənsə, ya mənfi sifətlər ki, bir iki dənə misal vurdum, işlənsə, o adamın ya o təşkilatın cavab haqqı var. Hər zaman istərsə gələr, həmin saniyədə girib içəriyə deyə bilər, mənə tohin oldu, mən sizə cavab verəm. Orada o dostumuzun dayandıracı yox. Buyurun cavab verin. Cavab verəndən sonra bunlar da ya ona cavab verər, ya da sözünün idaməsini verər, ya da üzr istər. Mən Türkiyədə bir gözəl bir şey gördüm. CNN-in bir gözəl bərnamələri var, gecələr olur. Çox da uzun çəkir. 4 saat, 5 saat çəkir. Bəzi günlər 7 saat çəkir. Yəni gecə 12-də başlar, sübh saat 7-yə can, 6-ya can davam verirlər. Mən bunu çox sevirəm. Mən normalda Türkiyənin uzun bərnamələrini çox sevirəm. Çünki danışqahdır. Mənim özümə danışqahdır. Mən danışqahda, Tehranda danışqahda dərs oxuyanda o qədər öyrəşməmişəm ki, məsələn, strateji haqqında Suriye'nin savaşında ya bazı savaşlar ki Türkiye aparır bu DAEŞ'le falandan, bunlarda ya Azərbaycan Cumhuriyyəti Ermənistan o 44 gün savaşda doğrudan mənə bir strateji şeydi, dərsi, danışqah idi. Mən o günlərdə 4 dana televizyona canlı eyni zamanda baxmaq fürsətim olurdu. Və bu məharəti də özümdə keçirtmişdim. Eləyə bilirdim ki, 4-ündə də bu şeyi aparam. Söhbətlərin aparam. Hansında da gördüm söhbət çox yuxarı getdi. Ona çox qulaq asırdım. Bu biriləri az qulaq asırdım. Məsələn, orada bir dana keçən həftə idi. Bir adam söhbətlər çox tərsə düşdülər. Həmişə gəlirlər, dost çox da yaxşı dostdular. Bir-birlərinə də müxaliflər. Amma söhbətləri tərsə düşdü. Bir-birlərinə çox hücum elədilər. Xanım müdiri çox çalışdı ki, bunları aramda da olmadı. Vəsətdə bir yaşlı bir profesor var, əgər iştibah eləməsəm, durdu ayağa, dedi ki, ağa, itlər düşüb bir-birinin canına, siz niyə savaşırsınız? O xanım 4 dəfə o yaşlı profesora dedi ki, sən mənim proqramımda, millətimin huzurunda, tamaşaçılarımın huzurunda ağzından bir söz çıxartdın ki, bunu burada demədin, bunu hamiyə dedin. Hamının qabağına sən filanca itləri ötürüm. Sən niyə insanlara belə bir şey verirsən, təhqir edici? O profesoru 4-cü dəfə məcbur elədi ki, üzr istə. 4 dəfə dedi üzr istə. Mənim tamaşaçılarımdan, baxanlardan üzr istə. Bu çox gözəl bir şeydir ki, insanlar, o profesor da gəldi üzr istə. Məni çox bağışlayın. Qızdım. Hamımız qızdıq. Mən də qızdım. Bu cəsarəti elədim, çox üzr istəyirəm. Bu çox gözəl bizə dərsdir. Biz hətmən üzr istəməyə öyrəşməliyik. O yerdə ki, üzr istəməlidir. Yoxsa hər yerdə üzr istəməliyik. Niyə gərək hər yerdə istəyək? Bir yerdə ki, mən pis iş görməmişəm, niyə gərək üzr istəyəm? Amma o yerdə ki, bir təqsirim var, bir əskiliğim var, orada üzr istəmək bizim vəzifəmizdir. Və mən bunu Türkiyə televizyonunda gördüm və ləzzət apardım. Çox ləzzət apardım. Bir dənə profesor ki, 65-70 yaşı var. O ağ saqqal, o yeri ilə, ağırlığı ilə, yəni Türkiyə mediasında bir ağırlığı var adamın. Adam durdu, üzr istədi. Yəni, məsələn, bu çox... Bizlərə biraz sinnimizdə az olsa, bu ağır gəlir. Adam, mən durum burada deyim ki, məsələn, üzr istəyirəm, bağışlayayım mən bu otaqda. Adamlar sübdən axşama soyuş verirlər bir-birlərinə, canlı yayında. Və orada da məsələn 1000 nəfər, 10 nəfər, 5 nəfər oturub qulaq asır. Əslində deyir, çox bağışlayayım. Mən burada anlamadım, belə bir cəsarət elədim sizin huzurunuzda. Ağzıma bu söz buranın yeri deyil. Mən lat deyirəm. Mən küçə başında lat deyirəm, qəmət çəkəm. Mən tohin eləmərəm heç kəsə. Mən yadıma gəlir özüm mühakiməmdə məni müttəhim eləmişlər ki, Xameneyi yaman demisən. Mən dedim ki, nəyin ki, dadqahda dedim. Xameneyi layiq deyil ki, soyuş verəsən. Bəlkə mən ondan yüksək və ucadiyam ki, özümü bu qədər kiçildəm ki, Xameneyi yaman deyəm. Xameneyini yüksəltmədim, özümü yüksəltdim. Mən özümü çox böyük görürəm bundan ki, özümü kiçildəm, Xameneyi yaman deyəm. Bəziləri istəyirlər deyərəm, mən Xameneyinə düşmərəm, söyüş verirlər. Yox. Məncə, əgər bir gün Xameneyi silahını götürsə, çıxsa qabağımıza, mən də silahlansam, onu öldürməyə gedərəm. Bunu deyim.
Düşmən Kürd olmasın, Fars olsun, hər kəs silah götürsə Azərbaycanın üstünə, mən də silah götürürəm, savaşaram, öldürürəm. Amma söyüş vermərəm. Söyüş verməyin bir ərzişi yoxdur. İlla bu ki, dünya gözü qabağında, insanların gözü qabağında özümü kiçildirəm. Mən bu xətanı özüm inşallah eləmərəm, eləsəm də üzr istərəm. Buna görə bunu da gətirdik, dedik ki, beləsi olacaqdır. Ondan sonra dedik ki, ayrı bir qanun, hər biri ya təşkilatın haqqı var, aynı zamanda söz alıb cavab versin ki, bunu oxuduq, versin, ya gələn oturumda, ya oturumlarda huzur tapıb cavablasın. Hər kəsə tohin olsa, həman gün ya ayrı bir günlər gəlib o adama, təşkilata cavab verə bilər. Əgər onlar da istəsələr cavab versinlər, gəlib cavab verə bilərlər. Sonuncu bənd, tohin, iftira, təhqir, kötü sifətlər təşxisi, bunların kötü sifətlərin təşxisi adı çəkilən fərdlər və təşkilatlardan əlavə İnsafəli Hidayətə aiddir. Yəni, həm o adam deyə bilər, mənə tohin oldu, məni təhqir elədi. Mən bunu təhqir hesablıram. Mümkündür birine deyəsiz ki, sən kiçiksən. O adam deyir, tamam da, bu adam deyir, kiçiksən. Bəlkə onun nəzərində mən yaşım aşağıdır, ya savadım aşağıdır, götər. Biri də var deyir ki, sən niyə mənə deyim kiçiksən? Sənin yaşın çox olmaqla məndən böyüksən. Özünə tohin hesab eləsən, haqqı var gəlsin. Bir də mən də orada varam, mən də bunu tohin hesablasam ki, burada tohin oldu. Tamam, mən də bu adama deyərəm ki, əvvələn tohin elədin, o adamın haqqı var gəlsin, sənə cavab versin, ikinci üzr istə. Bu da o. Əgər düşüncə bağının qonağı bir şəxsin adını çəkib, onu ya o bağlı olan təşkilatı tənqid edərsə, ya onlara bir sifət bağlarsa, ya onları sorgu altına alırsa, sorgu, onları deyək ki, filan kəslərdən mən soruşuram, cavab versinlər. Və İnsafəli Hidayət o bireyi ya təşkilatı həmən cələsə ya sonki iclasda cavab üçün dəvət edəcək. Mən həman orada elə dəvət edərəm. Əlbəttə ki, Həsənqulu İnsafəli sizə belə bir soru verdi. Siz bunu hər zaman istərsiniz, gəlin. Sonra da iclas qutarandan sonra e-mail yazaram, ya o imkanı olsa tapa bilsəm, e-mail yazaram, ya mesaj qoyaram, buraxaram, bir cürlüğünə yetirirəm ki, sizə belə cavab haqqı çıxdı. Ondan sonra düşüncə bağı otağı ədəb ərkan. Bunu gətirmişik ki, hamı bilsin, mərifət, sayğı və hörmət üzərə qurulmalıdır. Qurulacaq. Yəni, ədəb ərkan üzrə. Bu cür deyil ki, adamlar ağzından hər gələn sözü çıxarsın. Hesablayacaqdır. Siyasi adam xüsusən hər bir kəlmə ki ağzından çıxır, bunu bilir ki, bu sənəd olacaq. Dünya, İran dövləti də bunun üstündə hesab gedəcək ki, bu adam məsələn alma bağının, düşüncə bağı otağının məsulü gəldi bu günləri, bu sözləri dedi, olan bunun düşüncəsinə bax. Bu hələ deyir, mən millətin nümayəndəsiyəm, bir otaq şey eləmişəm. Bu deyir, mən hələ Azərbaycanıyam, mən Türkiyəm. Yəni, bunların hamısını orada bəhanə elərlər, apararlar sual altına. Buna görə ki, belə olmasın, nə yeməlidir? Əgər qonaqlar, onu oxuduq, özür istəyirəm. Əgər qonaqlar hər bir bireyin və təşkil sahibi... Tamam. Otaq başlanandan sonra dək, hər qonağın mənfi və sayğısız, burasına da diqqət buyurun, hər qonağın mənfi və sayğısız sözləri ki ağzından çıxır, bir mənfi nömrə alacaq. Və cələsənin sonunda neçə mənfi nömrə alıb elan olunacaq. Deyəcək ki, İnsafəli Hidayət bu cələsə 3 dənə mənfi nömrəsi var. Bu partinin 3 mənfi nömrəsi var. Və buna hər cələsə deyəcək yox. Hər cələsə. Yəni hər cələsə deyəcək ki, dünənləri ya geçən həftə ya o partilərdən filan parti iştirak eləmişdi, filan sözcü ya filan lider başqan iştirak eləmişdi. 3 mənfi aldı. Əgər filan kəs eləməyibdi, onlar müsbətdirlər. Onlara da ad verəcək yox. Deyəcək ki, filan indi o birisi. Pəs mənfi var. Hər iclasın sonunda sayğısız sözlərin sayı üzərindən mənfi nömrənin sayı elan olacaq. Hər iclasın sayında o iclasda olan adamın, hizbin sayğısız sözləri sayılacaq və onun üzü ilə yazacağam. Mən özüm, sizlər də yaza bilərsiniz və onlara mənfi nömrə verəcək. Çünki biz istiyoruz bir danışıq formatı yaradaq.
Biz istəyirik bir siyasi ədəbiyyat yaradaq. Biz istəyirik bir siyasət quraq. Siyasət meydanıdır, siyasətə giririk. Bura söyüş meydanı deyil, bura savaş meydanı deyil. Bura danışıq ağıl sürmə meydanıdır. Siyasət sürmə meydanıdır. İranlara, Farslara, İngilislərə, Ərəblərə, hər kəs ki bunu tərcümə eləyib belə bu qulaq asacaqlar, çoxlu dövlətlər bunlara qulaq asacaqlar. Görərlər ki, Azərbaycanlılar nə cür düşünürlər, bu siyasi partilər nə cür düşünürlər, bunlar onları nəzərə alaraq danışacaqlar. Yəni o səviyyədə danışacaq. Bir dənə prezident gəlib məsələn şey eləməz. Bunlar da əslində hər parti dostlar bir prezident adayıdır. Kandiddir, adaydır. Deyir, mən istəyirəm İran dövlətini yıxam məsələn, ya yıxmayam, istəyirəm federal dövlət qoyuram, İranda quram, gedəm rəis cümhur olam, gedəm vəzir olam, gedəm rəis məclis olam, gedəm ustandar olam, gedəm bunlar yəni partinin işi budur. Bunun üçün siyasi olmaları, siyasi danışmaları gerekir. Her iclasın sonunda saygısız sözlerin sayı üzerinde mənfi nömrənin sayı elan olacaq. Beləlik ilə o fərd və təşkilat mənfi nömrə ilə tanınacaq. Mən dostlardan, tamam təşkilatlardan istəyirəm ki, məni məcbur eləməsinlər. Bu cür bir işə gedim ki, məsələn desinlər, filan təşkilata hidayət mənfi nömrə verdi. Bu da bir başqa çarçıvə qoyuruq. Bu çarçıvəni qəbul eləməyən, əgər İngilizcəni qəbul eləyibdir, gəlməsin. Yəni, deyə bilər, mən sizin çarçıvəzə uymuram. Sizin çarçıvəzi biz qəbul eləmirik. Mən də deyirəm, xoş gəldin, gəlin. Yəni, bizim burada taarrufunuz yoxdur. Tüm təşkilatlarımızın və mənsublarının milli ərdəmli. Bu da üstə qaldı. Dedik ki, mənfi, indi müsbət olsa nədir? Biri gəldi, çox ədəbli danışdı, sorulara cavab verdi, bir məndən olan, sizlərdən olan sorulara cavab verdi. Bununla neyniyəcək? Bu da önəmlidir. Mənfi nömrəsi az olan, buradan başlayır. Biri mənfi, hamı məsələn deyək ki, inşallah ki, belə olmayacaq, hamı müsbət nömrə alacaqdır. Amma əgər mənfi nömrə olan olsa, çoxdan aza gəlir, yəni azdan çoxa gedəcək. Məsələn, biri 1 mənfi alıbdır, biri 2 mənfi alıbdır, biri 3 mənfi alıbdır, biri 5 mənfi alıbdır, biri 10 mənfi alıbdır. Bunların üstündə onlara nömrə verəcəyik. İndi hər kəs almayıbdır, onlara da verəcəyik. Yəni, məsələn, deyək ki, birinin 10 mənfisi var, birinin 1. Bu, birinin 2, birinin 1. İndi bu 2 ilə 1 və əslən mənfisi olmayanı danışırıq burada. Mənfi nömrəsi az olan ya əslən mənfi nömrəsi olmayan təşkilat və onun mənsubu ərdəmli, ən ərdəmli və milli ərdəmli sifətinə layiq görünəcək. Topluma və həmən iclasın və sonraki iclasların sonunda tanıtdırılacaq. Fransa çox ərdəmlidir, ən ərdəmlidir, milli ərdəmlidir. Deyək, bir tərəfdən mənfi nömrə veririk ki, sifətləri işləməsinlər. Bir tərəfdən müsbət nömrə veririk ki, ərdəm türkçədə əxlaq kəlməsi ki, ərəbcədir, onun türkçəsidir. Ərdəmli, yəni əxlaqlı. Əxlaq burada nə işlənir? Burada əxlaq elmə əxlaq deyil. Burada əxlaq, yəni tohin eləmir. İnsanlara həmlə eləmir. İnsanları təhqir eləmir. Yox, təhqir insanları yox. Müxatəbləri, hər kəsinlə ki, buradan elə... Çünki biz buna gətirmirik ki, bu hizblər mənlə, sizlə danışsınlar. Biz gətiririk ki, burada bir-birlərini danışsınlar, bir-birlərini eşidən qulaq açsın. Məsələn, Həsən qulaq açsın ki, görüm Hüseyin bugün onun növbəsi nə danışdı? Dünən mən danışmışdım. Görüm bu nə danışdı? Mənə görə nə deyəcək? Kazım deyir, görüm ki, Həsənlə Hüseyin dünən danışmışlar. Onlar baxacaq Həsənin bax gör Kazım nə danışır. Qasım baxacaq görə ki, bunlar 3 nəfər danışmışlar. İndi mənlə. Yəni bu cürsə bir rəqabət salacaq ortaya. Bu
əxlaqdan, mən əxlaqa görə bilirsiniz, mənim nəzərimi bəzilər bilirlər əlbəttə. Ona görə bunu tozif etdim ki, burada mənzurumuz o deyil ki, məsələn, adamlar adamın üzünə gülürlər. Yox, budur ki, insanlar politik olarlar, politik. Yəni, mənim bir düşmənim var, çox da əsəbaniyəm, istəyirəm onu öldürəm. Amma burada ona tohin eləmirəm, onu təhqir eləmirəm, onu əşalamıram. Amma deyirəm ki, meydana çıxsa savaşa çıx. Ya məsələn, biz filan kəsləri qətlam eləyəcəyik. Yox, belə bir şeyimiz yoxdur. Biz edam eləyəcəyik. Tamam, o hizbin sözüdür. Buna bir sözüm yoxdur. O deyə bilər ki, mən edam qanununun arxasındayam. Bir dənə hizb deyə bilər ki, bizə edam lazımdır. Mənim bundan müşkülüm yoxdur. Məclis, dövlət qəbul elərsə, tamam. Amma məsələn, biz mühakimə eləmədən hamını öldürəcəyik. Yox, belə bir şeyimiz yoxdur. Düşməni, məsələn, bunlar hər halda. Pəs, əgər onlar ki, ərdəmli danışarlar, əxlaqa, məsələn, onlar ki, 2 dana yanlışlıqları var, bəli, qalanlarının çox 3, 4, 5, 6, 7, 8, 9, 10 deyil. O ki, 2 danadır, ona deyəcək ərdəmli. O ki, bir dana işgal var, ona deyəcək ən ərdəmli. Çünki o, məsələn, 10 dana, 12 dana təşkilatın içində danışırıq da. Və o ki, əslən yoxdur, ona deyirik ki, milli ərdəmli təşkilat və mənsubu. Yəni, mənsubu da ona belə tanınacaqdır. Və bilirsiniz, bu medianın işidir. Media Avropada, Amerikada gəlir deyir ki, məsələn, mənim filan şey haqqında bir məqalə var. O məqalədə belə yazmışdı. Biz də burada onu yaradırıq. Deyirik ki, biz bundan bu üzrə deyəcəyik ki, filan təşkilat, filan adam ərdəmlidir ya ərdəmsizdir. Oturdu, getdi. Amma ərdəmsiz yerində mənfi nömrə verəcək. Çünki o ərdəmsiz demək biraz çox ağır da, necə deyək ki, adam məsələn ərdəmsizdir. Bəlkə ağzından çıxdı. Heç vaqəən iradəsi o deyildi, amma özünü saxlaya bilmədi, əsəbani oldu, bir ağzından bir söz çıxdı. Ona ərdəmsiz demirik, amma mənfi nömrə veririk. Elə ərdəmsizliyin də bir ayrı mənasıdır da, yəni beləsi deyim. Xoş. Tüm təşkilatlarımızın və mənsublarını, baxın, bizim təşkilatlarımızın, tüm təşkilatlarımızın və mənsublarının milli ərdəmli olmalarını dilər və hər birindən özlərin millətimizə ən gözəl ədəbli, ərkanlı, ədəbi dilinə və xülasə olaraq tanımasını rica edərəm. Rica edirəm ki, özlərin ən ərdəmli və milli ərdəmli olsunlar və ən gözəl dilinə, ədəbiyyatla, sözlərlə, xülasə olaraq neynəsinlər? Özlərini tanıtdırsınlar. Burada müsabiqə qoyacağıq ki, özlərin, siyasətlərin, düşüncələrin, fəlsəfələrin, idealların, armanların, arman şəhərlərin, yol xəritəsin, bunları açıqlasınlar. Müsabiqə qoymuruq ki, gəlsinlər bir-birlərinə tohin, təhqir eləsinlər. Bu yazı düşüncə bağı, bu yazı düşüncə bağının qanunu, əsasnaməsi, çərçivəsi, hər nə mənədir, işləmə çərçivəsidir və millətimizə də sunulacaq. İndi burada sizin huzurunuza mən təqdim edərəm. Sundum xidmətinizə, təqdim, sunmaq, təqdim ərəbcədir, türkçəsi sunmaqdır. Mən bunu xidmətlərinizə sundum. Sayın təşkilat mənsubları, əgər bu əsasnaməyə ya bu çərçivəyə artırmaq istərsəniz, göndərmişəm bu gün 3-cü gündür, ya ona tənqidiniz varsa, ya ona daha bir əsl əlavə etmək istəyirsinizsə, lütfən 3 günün içində təklifinizi yazılı olaraq göndərmənizi rica edirəm. Mən demişəm, yəni adamlar deməsinlər ki, mən bu filan şeyi istirdim, əlavə eləyəm, olsaydı yaxşı olardı, ya bu olmasaydı yaxşı olardı. 3 gün fürsətdə bunlar gəlsinlər, bunu desinlər ki, qəbul edir. Amma indi 3 gündən sonra adam gəlib proqrama deyə, yox, mən qəbul eləmirəm, xoş gəlir. Yəni, sən bir dana çərçivə çizmişik, bu çərçivəni də sizə 3 gün qabaqdan vermişik, hələ sonra da proqram növbəzi gəlinə can fürsətiniz var, bunu oxuyasınız, deyəsə, mən gəlmirəm, bunlar məni tutmaz, mən əxlaqsızam. Ya mən bu sorulara cavab verə bilmərəm. Tamam, ayrı dəlillər də gətirə bilərlər, tamam ki, dəlil gətirirlər, gəlməzlər. Yəni, lazım da hətmən özlərini şey görsələr, deyir, mənim vaxtım yoxdur, məsələn, mənə icazə yoxdur. Məsələn,
Tamam. Əgər 3 gün içində yazılı təklif gəlməzsə, bu əsasnamə həmin təşkilatların tərəfindən qəbul olunmuş hesab olacaqdır. Bu fəqət bu 3 gün üçündür. Bu 2 dənə bənd ki, sonda oxudum, fəqət bu 3 günün içində keçərlidir. Ondan sonra bu silinəcəkdir. Oracan ki, elə buracan sizin xidmətlərinizə son olacaqdır. Buracan kifayət edir gedir. Dostlar, indi gördünüz ki, bizim fikir otağı bir çarçıvıya büründü. Özünə bir çarçıvə yazdı. Dedi ki, mən bu çarçıvədə soru soruşacağam. Dostlar, bu çərçivədə dostlar yox. Heç birisi mənim dostum deyil, heç birisi mənim qardaşım deyil. Təşkilatlarımızın mənsubları, sayin təşkilatlarımızın, sayğılı təşkilatlarımızın mənsubları, sayğılı mənsubları gələcəklər bura. Sorulara cavab verəcəklər. Sorular da öndən yazılıb. Bunu da bəlkə sabahları vaxtım olsa sualları sizə yenə oxuram. Orada da sualları bir-bir oxuram gedər. Vermişəm dostların biri, xahiş eləmişəm, əgər vaxt eləsə bir oxusun, iradların tutsun. Çünki bəzən mən xəbərnigarlıq dövrəsini keçirdiyim üçün bir də bilirsiniz, xəbərnigarlığın düzəməlli xəbərnigar olsan, ya düzəməlli yazıcı olsan, Fransada buna deyirlər ki, beyin yıxayanlar. Beyin yıxamaq elmidir, xəbərnigarlıq. Yəni, nə edirsiniz? Siz bunu öyrəşirsiniz ki, nə cür bir dənə adamı təliyə salarsınız. Nə cür bir dənə adamı fikrini değişdirəsiniz. Bunu öyrəşirsən. Bu içində də çıx olsa biraz, bunu başarırsan. Mən də bunda biraz ustayam. Yəni, hər halda bir 35 il təcrübəm var bu haqda. Məsələn, istəyirsiniz görəsiniz, adam yalan deyir ya yox, onu nə cür çıxadarsınız? Ona bir kontrol suallar qoyarsınız. Bir 5-10 dana sualı dalbadal soruşarsınız, adam onlara cavab verər. Gedərsiniz, məsələn 11-ci sual yenə qeyd edər əvvəl sualı, amma bir ayrı cür soruşarsınız. Onun yalanını çıxartmağa çalışarsınız. Biz burada o teknikdən istifadə eləməyəcəyik. O teknik əsasında suallar yazılıb. Mütəəssifانه yazmışam. Yəni zehnim mənim o cür quruludur. Amma onun əsasında eləməyəcəyik. Yəni biz heç kəsin istəmirik yalanını çıxardaq. Çünki inanırıq ki, partilər bu yalan deməyəcəklər. Amma bu o anlamda deyil ki, tovlanmağa hazırıq. Yəni bizi tarix boyu bu sadəliyimizdən istifadə ediblər, tovlayıblar. Bu geçən 100 ildə. Biz bu sadəliyimizdən məşrutədən 10 il qabaqdan tovlanmağa, 15 il qabaqdan tovlanmağa başlamışıq. Əslində o gündən ki Darülfunun başlayıb işləməyə, Darülfunun başlayandan biz tovlanmağa başlamışıq. Çünki sadiyik, insanları qəbul eləmişik. Amma xoş görüb baxacaq. Hələ ki feylən bu partilərdən bir xilaf görməmişik. Xilaf görəndə deyəcək, sən o zaman yalan demişsin. Bu da bu. İndi bizim bəlli oldu ki, bizim otağımız nədir? Qonaqlar kim olacaq? Sorular bəlli olacaq. Çərçivə də bəlli olacaq. Nə olacaq dostlar? İndi dostlar, görün sizə mən bir dənə otaq gətirirəm. Bu otağı istəyirəm ki, bir ülgü verəm sizə. Bu ülgü ilə gedəsiz otaq düzəldəsiz. Mütaliə otağı, tartışma otağı, tənqid otağı, hər nə deyirsiniz deyin. O otağı düzəldəsiz, orada danışasınız. Çərçivəni bəlli edirsiniz. Sualları kim soruşa bilər, kim soruşa bilməz. Mən bir adamı tanımıram. Məsələn, buna nə zaman bərabər Cüneyt Səsi bir canlı yayına qatılırsan. Hər zaman istərsiniz. Hər zaman istərsiniz. Mən Cüneyt Səsi canlı yayına qatılaram. Sonra ikimiz bunu danışaq. Mən proqram bu gün qutalandan sonra ya hər zaman istərsiniz. Mesaj yazın. Mən buradan çıxandan sonra sizə həttəmən ulaşaram. Qərar qoyarıq, mövzunu bəlli elərik. Əgər mənim savadım çatsa, əgər təcrübəm çatsa, əgər mütaliəm olsa, gəlirəm, olmasa üzr istəyirəm. Çox sağ olun. Dəvətiniz üçün təşəkkür edirəm. Var olasınız. Buradan bunu bildik, otaq nə cür işləyəcəkdir. İndi qonaqlar da bildik ki, siyasi partilər olur. İndi sizin üçün, dostlar üçün ki, siyasətə və Azərbaycan partilərinə əlaqəlidirlər və danışqahda dərs oxurlar bir dana tez. Suallar bəllidir. Hər kəs istəsə göndərirəm kətbi. Cavablar da bəlli olacaqdır. Hər kəs istərsə oturur onu yazar. Güney Azərbaycan partiləri nə cür düşünür filan konuda? Məsələn deyirəm, neçə dənə misal verirəm. Tezləriz,
bunlar çox gözəl işlənirlər. Xəbərnigarlar bunları işləyə bilərlər. Nə mənə? Məsələn, Güney Azərbaycan 11 dənə, 12 dənə, 13 dənə, 15 dənə parti gəldi, danışdı. Güney Azərbaycan partiləri demokrasini necə düşünürlər? Demokrasini, ya bir ayrı sual. Güney Azərbaycan partiləri demokrasini hangi zamana düşünürlər? Güney Azərbaycan partilərinin demokrasiden düşüncelerinin, məsələn, İrandakı düşüncelerinden, Farsların düşüncelerinin hangi fərqi var? Kürdlərlə hangi fərqi var? Ərəblərlə, Bəluslarla, Türkəmənlərlə, filanlarla hangi fərqləri var? Əslən, Güney Azərbaycan partilərinin çox gözəl kitablar çıxacaq buradan. Yəni mən özüm bunu planlayıram ki, özüm bir dənə kitab çıxadam. Sorular məndə var. Hangisini soruşmuşuq, cavabları da alacağam, yazacağam. Məsələn, 10 dənə hizbin hərəsi məsələn 50 səhifə yox olacaqdı, olacaq 500 səhifə. 500 səhifəlik bir dənə kitab verəcək eşiyə ki, inşallah çap olacaqdı. Güney Azərbaycanlılar bu cür düşünür. İndi biri də onun demokrasisinin üstündə işlərlər, biri də onun məsələn dünya demokrasisi ilə, məsələn Amerika, İngilistan, Fransa, Alman, Rusiya, müxtəlif məmləkətlərdə demokrasi iddiası var. Azərbaycanlı siyasi təşkilatların demokrasidən düşüncələrin onlarla müqayisə edirlər. Liberalizm nədir? Güney Azərbaycan siyasi təşkilatlarının liberalizmdən düşündükləri nədir? İmperializmdən, faşizmdən, sosializmdən, nəcadpərəstlikdən ırqıçılıq türkçəsidir, ərəbcəsi, farscəsi nəcadpərəstlik. Irqıçılıqdan, yəni bunların hərəsi bir konudur. Amma burada bu konuların hamısına dəyəcək yox. İstiqlalı necə düşünürlər, federalı necə düşünürlər, İran kəlməsi, İran coğrafiyası, İran dövləti, Fars dövləti, Fars hakimiyyəti, bunları necə düşünürlər? Yəni kəlmələrin özü belə məna olacaqdır. Millət nə deməkdir? Siyaset ne deməkdir? Yəni böyük bir proje açılacaqdır dostların qabağında. Çünki biz bilirsiniz kimlə tərəf olacaq da üst-üstə deyirik ki, Azərbaycanın ziyalıları ilə, ziyalı təşkilatları ilə, üzr istəyirəm. Ziyalı təşkilatları ilə tərəf olacaq. İddialı təşkilatların tərəfi ilə. Çünki bunlar iddiaları var, istəyirlər dövlət quralar. Gələcəkdə. Rəis cümhur olarlar. Dövlət kabinənin üzvləri olarlar. Ordu quralar. Bunlar dünya səviyyəsində siyasətə girərlər. Bunun üçün çox önəmli daşır. Amma bunun yanında bəlkə bir gün oraya yetişir ki, ziyalıları da gətirək. Ziyalılar o da siyasiləri yenə də gətirəcək. Məsələn, o ayrı bir proqramda feilən bu otaq onun üçün açılmayıb, qatmayaq. Əgər oraya yetişir, bu bağ açıqdır. Onlar da bu bağdadırlar. Yəni Azərbaycan ya İranda yaşayan türklərin bağı çox genişdir. Məsələn, qadın bəhsi. Siyasi partilər, Azərbaycanın siyasi partiləri qadınları və qadın haqqın və qadın durumun toplumda nə cür görürlər, nə cür düşünürlər, nə cür istəyirlər. Arman şəhərləri qadınlar üçün nədir? Uşaqlar üçün nədir? Mərizlər üçün nədir? Qocalar üçün nədir? İşsizlər üçün nədir? İşlilər üçün ödün, sərmayə üçün, sərmayedar üçün, karxana olan, fabrikası olan üçün. Hangi sənəti, teknolojini istəyirlər gətirərlər. Yüzlər dana ərz elədim, sorumuz var ki, istəyirik bunlardan soruşaq. Və bunların nəzərləri ərz elədim, çox böyük bir araşdırma sahəsi olacaqdır. Bu otaq bizə bir siyasətdən, yol xəritəsindən, ideallardan, arman şəhərlərdən bizə bir, məsələn, 3 ay içində biz gedəcəyik, məsələn deyirəm, 4 illik lisans dərsi, 2 illik fövq lisans dərsi və 1 illik, ya 2 illik doktora, ya 4 illik doktora dərsi qədər çalışacaq ki, buradan alaq. Çünki o doktora gələcəkdir, bunun üstündə təhqiq eləyəm, mən bunu burada bunu verəcəm ona. Dostlar, bilmirəm ki, eləyə bildim, önəmin yetirəm, ya yetirə biləm, ya yox ki,
bu otaqda nələr istəyirəm. Əgər ölməsək qalsaq, sabahları, yəni gələn gün, yarın sorular haqqında danışarıq ki, sorular nələr olacaqdır. Həm millətimiz indidən bilsin, həm də ki, orada görəcəklər, orada bilsinlər. Amma indi yenə qeydaq düşüncəyə. Düşüncə nədir dostlar? Mənim düşüncədən anlarım. Bir neçə dəfə danışmışam. Dostlar, hər kəs istəsə, bu çərçivəyə ki, burada danışdıq, düşüncə otağı, düşüncə bağı otağı haqqında hər kəsin sorusu olsa, hər kəsin nəzəri olsa, qonu budur. Hər kəsin sorusu olsa, hər kəsin nəzəri olsa, eləyə bilər, gəlsin üstə və danışsın. Mənim gözüm üstə, başım üstə yerlər var. Örgəşdim onu ki, hardan vururlar, görüm heç zət yoxdur, feylən görsətmir. Burada bir kamera əksi zahirən var, üstündə bir əlavə, artı əlaməti var. O əlamətin yerinə 1, 2, 3 gələndə, yəni ki, burada bir istəyənlər var, ya bir soru var. O tür olsa şey eləyəcək. Amma dostlar, indi düşüncə nədir? Yəni, siz bir adam tapa bilərsiniz ki, düşünməsin, ya bir heyvan tapa bilərsiniz düşünməsin. Məsələn, mən dünən maşın sürürdüm, gördüm bir dana milçək girib maşına, istir çıxsın. Pəncərələr də bağlıdır, hər yer şüşədir də bağlıdır. Bu, gedir dalıya gəlir, özün şüşüyə vurur, düşür yerə, bir də gedir, bir də gəlir. Mən dedim, yanımdakı dostuma dedim ki, bu, biz necə şüşə, cam, bizim dilimizdə camdır. Şüşə də deyirik əlbəttə. Amma necə bizim dilim şüşə çox təmiz olsa, deyərək pəncərə açıqdır. Amma çünki şüşə görsətmir, rəngi yoxdur, onu biz görmürük, hava rəngindədir. Heyvan da oturdur. Heyvan da baxır, deyir ki, mən buradan havada uçuram, gedəcəm. Gəlir, görmür ki, bu şüşədir. Dəyir şüşəyə, düşür yerə. Allah Allah, bu havada nə var? Mən dəydim buna, düşdüm yerə. Gedir dalıya bir də, gedir dalıya bir də, gedir kəpənək də bu cürdür. Tamam heyvanlar bu cürdür, quşlar da bu cürdür, hamısı. Dedim, adam da bu cürdür. Adam da görürsünüz ki, məsələn, gedir mala, şüşəni sırıblar, deyir, açıqdır, gedir o qapıya ki, bağlıdır, qapı gedir, düşür yerə. Mən özüm bir iki dəfə dəymişəm şüşəyə, düzün axtarsınız. Yəni, Malazada gedəndə, pasajözada gedəndə dəymişəm qapıya, görürüm, Allah saxlayıbdır, məsələn, şey olmamışam, şüşəni sındırmamışam, hücmünə yəni getməmişəm və hətmən. Burada mən düşünürdüm ki, bu arı, bu milçək ya bu heyvan nə çəkir indi? Bu indi səhd edir. Dostuma deyirdim ki, yəni bu indi səhd edir. Mənə nə gəlibdir? Niyə mən bu havanın içində, mən hər yerdə uçuram, niyə bura gələndə uçamıram? Mənim nəzərimdə o düşünür, bir də qalxır, düşünür, bir də qalxır, yerini dəyişdirir. Niyə bu düşünür? Niyə? Çünki beyni var. Beyni olan mövcud, canlı düşünür, düşünməlidir. Çarəsi yoxdur. Beyninin kiçikliyi, böyüklüyü mühüm deyil. Çünki məsələn yox, milçəyin gözü deyirlər ki, bizim gözümüz bir zərrə çəp olanda biri-birindən. Mən təsadüfdən sonra gözüm çəpləşmişdi. Yəni, iki gözümlə baxanda hər şeyi iki dana görürdüm. Bir gözümü bağlırdım, o birisi gözümdən gedirdi. Əkslərimdə var. Nəvəm var mənim, ikisi deyir ki, babam şeydir, dozda dəryayı deyirlər farsça, odur. İndi, mən o cürsü bağlırdım gedirdim. Niyə? Onda iki dana görmürdüm. Amma iki dana görəndə sən bilmirsən bunların hangisi ilə gedəcəksən. Hangisi ilə gedəcəksən onu bilmirsən. Hangi yolla gedəcəksən bilmirsən. Hangi tərəfə dönəcəksən bilmirsən. Adama dəyərsən. Amma bu o nədir? Beyin qatışır. Amma deyirlər milçəyin məsələn hər gözündə neçə göz var. Mənşur var. Aleykümselam Duman bəy. Xoş gördük. Amma o dəymir bir-birinə. Yəni bununla belə ki, hər gözü bir şeyi mümkündür 10 dana, 20 dana görür, 50 dana görür. Bilmirəm neçə mənşurdur. Onu bilmirəm. Qabaqdan oxumuşdum, amma indi yadımda deyil. Bu gözü görür, amma beyin orada bir dana təsvir alır. Bir dana, iki dana yox. Ya məsələn, xofvaşın gözü görmür. Qaranlıqda uçur. Nə cür? O, mən ki yox, çox adam görübdür bu videonu. Bir dana video düzəldiblər. Xofvaşı qaranlıq bir otağa salırlar. Qapıda ya məsələn pəncərənin hər yeri tuturlar.
otağın içində, ya tor tuturlar hər yerə. Bir dana tor qoyurlar ki, o xoffaş, türkçəsi bilmirəm, mütəəssifanə yadıma gəlmədi. Yəni bilirdim, yadıma gəlmədi. Dünən də yaymışdım. Ya dünən iştirak gün bir cavan xanım qız var, onları deyir. Çox gözəldir. Örgəşirəm mən o xanım qızdan, bu heyvanların adını. Təşəkkür edirəm o xanım qızdan. Mənim savadıma savad qatdığı üçün, mənə öyrətdiyi üçün çox təşəkkür edirəm. Allah saxlasın. Heyvanların adını deyirdi. Orada bu xoffaşı da demişdi. Amma mənim yadıma indi gəlmir ki, xoffaşa biz nə deyirik? Dostlar əgər bilsələr türkçəsini yazsalar, mən bunun farsçasını işlətmərəm. Hər halda bu quşun fəqət qanadların yığsa oradan keçə bilər, dərilik qoyublar. Acdır, amma orada bir dana bir heyvan qoyublar, məsələn bir dana siçan qoyublar ki, bu keçsin onu yesin. Acdır. Ötürü, elə bunu ki, oradan qəfəsdən, üzr istəyirəm, qəfəs yox. Bir ayrı yerdə, bağlı bir yerdən gətirirlər otağa. Getirib ötürən kimi, bu güllə kimi o dəlikdən geçir, gözü də görmür, qaranlıqdır özdə. %100 qaranlıqdır. Oradan geçir, gedir o dəlikdən geçir, o siçanı tutur. Bunun beyni gözü görməyə, ağzından bir səs çıxadır ki, o səs gedir, deyir bu tamam dövrəyə. O görür ki, bunun dövrəsində hər yer belə baca-baca tordur. Amma bir dana torun orada bir dəlik var ki, bu oradan qanadların yığsa geçə bilər. Geçir, oradan gedir. Yəni bu beyin var da, beyin bunu düşünür. Mesela onun üçün hər bir canlının ki beyni var, düşünür. Biz deyə bilmərik ki, mən düşünmürəm. Hamı düşünür, hamı. Əgər bir dana xanım, bir dana ağa ilə, bir dana qız, bir dana oğlanla, bir dana oğlan, bir dana qızla istir yoldaş ola, evlənə, əslində təmayülü var ona, bir bax ona göylü var, təmayül türkçəsi göylüdür. Əgər birinin birinə göylü var, o hesab edir. O ağlında hesab edir. Məsələn, bunun boyu yaxçıdır, mənim uşaqlarımın boyu neçə olar? Gözü rəhlidir, başı tüklüdür, beli enlidir. Ondan sonra gəlir məsələn gözəldir, yaraşıqlıdır. Oğlanda yaraşıqlı deyirik, qızda gözəl deyirik. Yaraşıqlıdır, xoş geyimlidir. Yox, xoş geyinməsi mənə mühüm deyil. Mən elə yəni sevdim. Ya məsələn işləyəndir, zəhmət çəkəndir, savadlıdır, hürmətlidir, ədəblidir, sayğındır. Bunları hesablar. Gecə quşu yazdı dostumuz. Sağ ol Duman bəy. Təşəkkür edirəm. Gecə quşu. Amma fikrim gecə quşu qaranquş deyirik. Nə deyirik? Qaranquş. Qaranquşdur o dediyim. Siz dediniz. Fikrim qaranquşdur. Gecə quşu. Bəlkə də gecə quşudur. Hər halda bir dənə də qaranquş var. Ərz eləyim ki, bu bizə bəs insan düşünür. Hamı düşünür. Bəs o düşüncə ki biz ondan danışırıq və deyirik fəlsəfədir, fikirdir, bununla düşüncənin, məmuli düşüncənin nə fərqi var? Mən çalışdım dostlar, bunun fərqini çıxadam. Fərqlər nədir? Yazmışam onun üstünə. Əvvəl budur ki, siz hər hangi bir qonunu dərindən düşünsəz, saatlar, günlər, aylar, vaxt sərf eləsəz, o düşünməkdir. Düşüncədir. Əgər bir qonunu çox zaman sərf edirsiniz, onun da düşündəsiz, hey deyirsən, bəlkə olmadı, bəlkə oldu, belə olmasa belə olar. Qoy, görün, biraz da fikirləşin. Bu düşüncə. O birisilər gəlib gedən, yəni o məmuli, dedim də, o şey kimidir, mığmığa kimidir, o milsək kimidir, şey özün vurur şüşüyə. Düşüncə orada ki, qeydirsən dalıya, oturursan, baxırsan uzaqdan. Müşkül nədir? Məsələ nədir? Qonu nədir? Qonunun haralarını bilirəm, haraları var ki, bilmərəm, deyə sorursan özündən. Ya ayrılardan, hey məşvərət alırsan. Bundan məşvərət alırsan olmur, ondan məşvərət alırsan olmur, ondan məşvərət olmur, devam verirsən. Məsələn, mən özüm bu cürəm. Mən bəzi məsələn, istəyirəm bir maşın alam, mən məsələn istəyirəm maşın alam, 9 ay çəkdi təslim tutam ki, maşın alacağam. Hangi maşını alacağam? 9 ay çəkdi. Maşınlara görə oxuyayım. Bunların hangisinin əmniyyəti çoxdur, hangisi can sağlığıdır. Mənim məsələn dedim, arvad uşağım vardı, ailəm vardı.
Biz maşında gedəcəyik, canımızı qoyacaq bir maşına, gündə neçə saat maşında oturacağıq. Maşın bizim ikinci evimiz olacaqdı. Orada canımızı qoyacağıq ora. Bunu vursalar nə olar, biz vursaq nə olar, bizi vursalar nə qədər ölərik, nə qədər qalarıq, hansısa bunları hesablaya, mən nə cür sürməliyəm, hə, burasını da hesablamalıyam. Mən maşını nə cür sürməliyəm, əsəbani oluram, olmuram, müsabiqə verməyə çıxıram, çıxmıram. Bunların hamısını hesablayandan sonra dedik ki, filan maşını alaq. Hə, bu bahadır. Tamam, bahadır, amma deyirlər ki, bu maşında məsələn keçən 10 ildə adam ölməyibdi. Təsadüfdə. Tamam. Bir 10.000 baha verək, amma bilək ki, məsələn, bizi vursalar, biz vurmayacaq, çalışacaq, heç kəsə vurmayaq. Amma biri bizi vursa, diri qalacaq. Az xəsarət görəcəyik. Diqqət buyurursunuz. Bu 9 ay fəqət bunun üstündə işlədik. 9 ay işləyəndən sonra getdik, maşını götürdük, gəldik. Məsələn, 2 saat çəkdi. Ya istəyirsən, məsələn, bir ev alasan. İstəyirsən, bir iş qurasan. Hey, bunu məsələn, pulun hardan gətirəcəksən, harda işi quracaqsan, nə cür satacaqsan, kiminə satacaqsan, sata bilməsən nə olar, işin məvad əvvəliyyəsi gəlməsə nə olar, dəstgah xərab olsa nə olar, adam tapmasan səni örgədə bu işi başarmasa nə olar, 1000 dana sorunu soruşandan sonra bu düşüncədir. Yox, elə indi danışırıq bərabər, ağzıma gəldi, bu düşüncə deyil. Bu bəzən elhamdır. Məsələn, mən keçən dəfə danışanda, keçən dəfələrin birini dedim. Məsələn, mən indi bu zehnimə gəldi, çox da göylümə yatdı. İndi də yadımda deyil o nədir, calibdir ki, o fikir yadımda deyil. Əlbəttə, çünki bir dəfə gəlibdir, o da çətin gedər zehnidən. Normalda şairlərə çox ilham olar. Çünki onlar məsələn birdən bir şeyi hiss elərlər, bir şeyi görərlər, bir şeydən bir şeyi alarlar, gedərlər. Alimlər də bu cür. Məsələn, ağacdan alma düşür, hamının başına düşürdü. Həmişə tarix boyu göydən alma düşürdü. Amma məsələn, bir nəfər deyibdi ki, yer cazibəsi var, yer bunu çəkir. Əlbəttə, ondan qabaq da deyibdi. Dostlar, biz tarixdə, məsələn, o şeylərdən ki, göylüm istirdi, əgər bu otağı aşmasaydım, o otağı açacaqdım. Bu idi ki, türklər İslam dünyasında hangi ixtiraları və hangi iktişafları və hangi tazalıqları meydana gətiriblər, ortaya gətiriblər. Calibdir, yəni biz deyirik ki, türklər heç bir şey. Mənim oğlum getmişdi, yəni mənim ailəm, uşaqlarım Kanadada dərs oxuyublar. Ömürlərinin bir çoxunu burada da oxuyublar. Birindən sonra. Bir gün gəldi dedi ki, baba danışıqda, mədrəsədə soruşdular ki, türklərin filsufu yoxdur, dedilər. Məndən soruşdular, var, dedim, bilmirəm. O da gəlib məndən soruşur. Baba, deyirlər, bə, türklərin filsufu yoxdur, tamam, İranlıdır. Calibdir, dünən gecə bir dana serial var, adı Mevlana. Mən deyirdim, ərəbcədir. Mən ərəbi fosə deyirlər, yəni ədəbi dil, idari dil. Ədəbi idari dildir, fosə. O dildə filmə baxıram. Dünən axtarırdım ki, bir dana serial tapım, gözəl olsun, yapışsın. Ərəb serialları mənə yapışmır, yəni diziləri mənə yapışmır. Çox şeydir, məsnuidirlər. Yəni, çox məsnui film düzəndirlər. Amma bir dənə gördüm, bir Mevlana adında bir serial var. Cəhətdə gördüm, hey, burada danışır Buxaradan, Xarəzmidən, amma burada Xarəzmidə deyir İran. Hey, dedim, axı, bu ərəblərin, harada o zaman İran yoxdur. O zaman Xarəzmidə olanlardılar. Burada İran yoxdur. Nə İranın adı var, nə İranın siyasi xəritəsi var, nə İranda bir dövlət var, nə İran adında bir torpaq var. Niyə burada İran deyirlər? Hey, özümə deyir, bu ərəblər nə qədər beyinləri yıxanıbdır. Bunlar nə qədər bu yalanlara inanıblar. Film qutaranda gördüm ki, bunları İranda oynayıblar Mevlana filmin, serialın, dizisin. Tamam, hər şeyi İranlıdırlar. O halda ki, o zaman da İran yoxdur. O zamanlar türklər gəliblər buranı alıblar. Və calibdir, türkləri çox calibdir. Tüm Mevlana filmidə İranlılar, farslar deyirlər ki, tüm farsı yazıbdır. Mevlana və Mevlana'nın dədəsi ən gözəl adamlardır. Şiq, dövlətli, əxlaqlı, özgə malı yeməyən, müftə malları qeytər versə abına filan, birinci konusunda.
Amma türklər bədəxlaq, çehrələri, gözləri, görüntüləri pis, qiyafələri pis, saqqal pis, baş pis, bədəxlaq, danışanda başarmır danışa, dişlər sarı, qərə, sınıq. Amma Mövlana niyə? Qəzavətə baxın. Nəcat pərəstliğə baxın. Zehnidə fəqət onu biraz çirkin görsətməklə, juridə farsda deyirlər, daranmamış, kəsif, heykəlindən, paltarından, dişindən, ağzından istəyirsin türklər belədirlər. Amma orada ki istəyir birinin paça çıxasın, desin bu yaxçıdır, onu çox uca, gözəl utulu paltar giydilir. Bununki ütüsü yoxlaması əzinik, buzu, palçıqlı filanlı. Onun amma paltarı ütülənmiş, saqqal daranmış, fer vurulmuş, tüklər filan olmuş. Nə var? İstir ki, qəhrəman yaratsın, beyin yıxasın. Bu, o sistemdir. Düşünüblər. O da düşüncədir, dostlar. Fikir eləməyin ki, o bir səhnəni düzəltmək üçün inanın mənə 20 saat düşünüblər, hələ bəlkə çox. O qəd buna çəkiblər, nəqqaşlıq ediblər, aparıblar, gətiriblər, deyiblər, yox. Türkləri də gözəl düzəldiblər, yox bunu apar, biraz çirkin elə, get burasını bunu elə, get burasını bunu elə, get burasını bura. Bir tərəfdən onu pis aparmağa, dəfələrcə bunu makyaj eləyəndə, arayış eləyəndə, dəfələrcə bunu deyib, yox bu deyil, mən istədiyim bu deyil, biraz da pis, biraz da pis, biraz da pis, türkdür, biraz pis olmalıdır. Bu biraz əxmaq olmalıdır, buraları qırış olmalıdır, üzü filan cür olmalıdır, dişləri qəri olmalıdır, bığları qatışıq olmalıdır, səqqəli pis olmalıdır. Elə bir ki, məsələn, yaxtı yuxudan indi durubdur, filan bəhman, əl üzün güməyibdir, məsələn, çirkin elə, üzünə torpaq tök, filan bəhman. Yəni, istir ki, bir düşüncə yaratsın. O düşüncəni əvvəl özü düşünür, hər kadr düşünür dostlar filmdə. Hər kadr deyim, həm hər çəkiliş ki vardı bir neçə saniyə ya yarım dəqiqə, o onlar saat üstündə düşünür. Düşünülübdür. Sonra da onu onlar dəfə fəqət bu deyil ki, o adamın sözü deyənmir, kat elirlər. Yox, o adamın paltarı, geyinişi, duruşun istəmir karicərdən. Dəyişdir. Mən istədiyim olsun. Mən istədiyim nədir? Onu o oynayan bilmir ehtimalən ki, eyvay burada istir türklər kötülüyə, mən də türkəm axı. Axı şah belə olmaz ki, şah əgər bu məmləkətin şahı budursa, türklərin şahı budursa, əvamı gərək bundan çox dalı görünə. Çünki şahın dövrəsində müftə pul var, heç olmasa. Müftə xədəm həşəm var, xidmət eləyən var, yetişən var, darıyən var, ciyən var, ütüləyən var. Amma nədən şahı belə görsədir? Bir dənə, məsələn, farsı isti görsəsin ki, bu farsdır ya farsçıdır, nə cür görsədir? Onu biz düşüncə. Hər halda. Pəs düşüncə fərqi məmuli düşünməklə, gündəliklə budur ki, yəni fəlsəfə dedikləri şey də, budur ki, biz dərin düşünürük. İkincisi nədir? Tərəfsizsə. Tərəf tutmursan. Məsələn, mənim filan maşından xoşum gəldi. Təbliğat eləməyək heç maşını. O birisi maşın, yox, onun məsələn, karxanası imperialistlərindir. Bu da səhyonistlərindir. O da faşistlərindir. Yox, mən elə, bu yaxçıdır. Yox, bu da, bu tərəfdarlıqdır. Düşüncədə deyirsən ki, mənim də fikrim qələt ola bilər, mənim də fikrim düz olar. Onun da fikri qələt ola bilər, onun da fikri düz ola bilər, onun da, hamısının fikri düz ola bilər, hamının fikri qələt ola bilər. Amma bəlkə bir çox fikirlər vardır ki, eşitməmişəm, bilmirəm, tanımıram, əcibdir, qəribdir, gülürük onu eşidəndə, adamlar utanırlar onu dilə gətirəndə, ya gətirmirlər, amma var. Tərəfsiz baxacaqsın. Yəni sənə fərqi yoxdur ki, bir dənə uşaq deyir, bir dənə yolçu deyir, bir dənə dilənçi deyir, bir dənə motat deyir, bir dənə... Bu fikrə baxacaqsan. O fikirlərin hamısını toplayırsan bu haqda. Əlif haqqında olan tamam fikirləri deyirsən, bu əlifdir, budur, mən bunun haqqında istəyirəm düşünürəm. Tamam, ondan sonra deyirsən ki, bu düşüncələrdən sonra daha düşüncə olmaq olmaz. Daha mən düşüncə qura bilmərəm, daha fərqli baxanmaram. Fərqli baxmağa çalışırsan.
Məsələn, yaxşı, mən indi 350 dənə sual qoymuşam. Dostlarım biri ilə sübh danışırdım, bir dənə bir söz dedim, mən bunu niyə sual da gətirməmişəm məsələn. Elə partilərin birinin lideri ilə danışırdıq, başqanı ilə danışırdıq. Ayrı bir şeydən danışırdıq, rəbti yox idi sözə. Amma birdən bir söz dedi, dedim, bu da sual olar, gözəl sual olar, niyə mən bu sualı gətirməmişəm? Yəni, sözlərin içindən bəzən dedim, fikir qalxar. Düşüncə budur ki, gedəsiniz onun dalısından. Üçüncü şərti budur ki, qorxusuz olasınız. Yəni, bunu deyərəm filan kəsin burnu əyilər, onu deyərəm filan kəsin gözü əyilər, bunu deyərəm filan kəsin xoşu gələr, bunu deyərəm filan kəsin xoşu gəlməz. Bunu deyərəm tutarlar, bunu deyərəm kəsərlər, bunu deyərəm asarlar, bunu deyərəm gülərlər, bunu deyərəm təhqir elərlər, bunu deyərəm. Onda ya bunu düşünərəm, ya bunu yazaram, belə olar. O oldu, düşüncə olmadı. Düşüncə tərəfsiz olacaqsan və qorxusuz olacaqsan. Əslən düşünməkdən qorxmayacaqsan. Çox belə əcib şeylərə düşünəcəksən. Çox qərib, düşünməməz imkanlıq olmayan şeyləri düşünəcəksən. Qorxulu şeyləri düşünəcəksən. O düşüncə oradadır. Yəni, o zamanda ki, deyəsən, tamam. Mümkündür mən bunu dilimə gətirsəm, biri eşitsə mənə zərər verər. Amma düşünəndə ki, yox, bunu yazanda ki, yox, öz yanıma getmişəm, otaqda yazıram. Ehtiyac yoxdur orada. Qorxunam, çəkinəm deyəm, burası mən düşünməyim, mən tutarlar edam edirlər. Düşüncə, çünki o da qoymaz siz düşünəsiniz. O ki, gəldi zehninizə, da siz bir məsələləri ki, var, onlarda da düşünənməzsiniz. Çünki qorxu gəldi, pərdə açdı. Da siz oranı görməyəcəksiniz. Yəni, nə qədər fikirlərsəniz ki, mən bir şey istirdim, çünki qorxmusunuz, o da yaddan çıxıb, gedibdir. Azad olmaqdır. Düşüncədə, düşüncə atına minəcəksən, atı ötürəcəksən, hər tərəfə uçsun, hər tərəfə geçsin, dərəyə girsin, suya girsin, batlağa girsin, ağaçlara çıx, dırmaşsın, göylə geçsin, ulduzlara geçsin, aya geçsin, gəlsin yerə, adamların qarnına girsin, belindən çıxsın, gözünə girsin, ağzından çıxsın, burnundan girsin, qulağından çıxsın. Yəni, azad olacaqsın. Düşüncədə heç bir qeyd, heç bir şey sizi bağlamayacaq ayağınızı. Bu olmaz, bunu düşünməzdilər, hər şey ola bilər. Hər şey ola bilər. O şey ki, olmaz, o ola bilər. Məsələn, baxın, qədim insanlar nədir düşünüblər? Çox cəlibdir. Əslən, bu zehnə gəlməz bu. Hamı bilir öküz nədir daha? Heç kəs bilmir ki, öküz nə olmaz. Kim bilmir ki, məsələn, öküz nədir? Bəzi adamlar görməyiblər, deyim öküz nədir. O iki dənə heyvanımız var, inək deyirik. Öküz deyirik. İnəyin əmcəyi olar, sus sağarlar. Öküzün əmcəyi olmaz, sus sağarlar. Qutuldu getdi. Fərqi budur. Bir də öküzün boynuzu olar, inəyin boynuzu olmaz. Ya bilinən fərqlər, bizə bilinən fərqlər, bu əlbəttə bir ayrısı da var, o da onu deməyim. Bir yol. İndi qədim düşünürlər nə düşünüblər? Deyiblər, yer kürəsi var, biz üstündə yaşırıq da, yerin üstündə yeriyir də adam. Adam bu yerin kürəsi üstündə yeriyir. Belə bir kətdə olsa, kətdən eşiyə çıxmasa, çıxır dağın başından baxır, deyir, o yerə bax, nə yekə bir şeydir. Əgər müsafirət edib gedib uzaq yerə, oradan da deyir, o hələ yer buracan varmış, buradan da sonra var. Bunu bilir. Amma yenə deyir ki, bu öküzün boynuzunun üstündə durubdur. Bir öküz var ki, öküz yerin altındadır, boynuzunun ucunda bu yer durubdur, biz də onun üstündə yaşırıq. Əslən fikirləşməyib ki, bu öküz çıqqılıdır. Axı, öküzün boynuzunda bu nədir durar, biz belə damda yeriyirik. Amma onun zehninə gəlib ki, məsələn belə zehninə gəlib ki, qədim qızlara elçi gedəndə, ya məsələn qurbandır, ya bayramdır bir töhfə aparanda, bunlara qurbanlıqsa da aparanda qoyardılar, xonça elərdilər, qoyardılar başlarına, xonça götürənlər, bu xonçanı götürərdilər, gedərdilər şeyə, elçiliğa.
Ya məsələn Qurban bayramıdır, ya filan qız evinə gedərdilər, aparardılar qurban verərdilər. Məsələn belə nəzərinə gəlibdi ki, yer kürəsi xonçadır, qoyublar bir siniyə, qoyublar öküzün başına, öküzün bir boynuzun üstünə oturub orada. Baxın fikir, aleykümselam əziz dost Ələsgər bəy. Fikir azadlığı belədir. İnsan belə bir şey yaraşdırıbdır, belə bir şey görübdür. İnsan fikirləyib ki, yer kürəsi dünyanın mərkəzidir. İnsan fikirləyibdir ki, insan dünyanın ən gözəl, ən yaraşıqlı, ən filan varlığıdır. Bunları fikir eləyibdir. İndi görürük ki, yalandır. Amma önəm daşımır. Önəm budur ki, onun fikri buna yetişibdir. Belə bir şey yarada bilib. Bilirsiniz, indiki adıyla Big Bang. Big Bang dəqiqən eyni o şeyə taydı. Öküzün buynuzuna taydı. Necə o bir nağıldır, bu da bir nağıldır. Necə onu məsələn indi ağılsız bilirik, Big Bang də ağılsızdır. Yəni necə ola bilər məsələn hardan tapıldı? Niyə əslin bir dənə şey partladı öz-özünə? Məsələn niyə partladı? Nə oldu? Nə mənə toplaşdı bir yerə partladı? Qazıdı, hava idi. Hardan tapıldı bu qaz, bu hava, bu bir maddə ki buna od vurdu? Hardan buna fişar gəldi? Yəni hər nə cür desəz, elə nə qədər ki o ağılsızdır, bu da ağılsızdır. Amma insanın beyni deyir və onun əsasında bir müddətlər insanlar tərəqqi eləməyə çalışırlar. Getməyə, qabağa getməyə çalışırlar. Teorilər bundan ötürdür. Pəs azad olmaq, zehninizi azad saxlayacaqsınız düşüncə üçün. Mən bu sualı soruşanmaram. Niyə soruşanmazsan? Kəlmələrin düzəlt. Məsələn, bunu soruşsan pis olar. Niyə pis olar? Ədəbli soruş, pis olmaz. Ağaz, məsələn, istirik insafəliyə deyək ki, məsələn, belə deyək, mənim bir nəvəm var, məndən soruşur ki, tez-tez, baba, sənin başında niyə tük yoxdur? Bir var deyəcəksən, niyə keçəlsən, mənə dəyər, bəlkə dəyər. Amma bir də var deyir ki, baba, sənin başında niyə tük yoxdur? Mən də bir nağıl verirəm, uşaq da nə deyim, axı, özüm də heç bilmirəm niyə tökülüb, amma deyirəm ki, məsələn, genetikdən gəlmədi deyim, məsələn, mənim dədəmin başında tük var, bu qədər. Deyim ki, məsələn, stressdən olubdu. Uşaq stres nə bilir nədir. Deyirəm ki, yel əsir. Gəldi, götürdü, apardı. Deyir, niyə apardı? Deyirəm ki, hətmən birinə lazım idi, apardı, veri ona. Uşaq keyf edir. Gedir özünə bir şey düzəldir. Bir dünya düzəldir, bir nağıl düzəldir. Babamın yel gəldi, burada apardı. Məsələn, hər həftə də ki, məni görər, həftədə bir dəfə görürəm. Həftədə bir dəfə də soruşar nağılı Tazaşdan. Tazaşdan mən də eyni nağılı deyərəm. Sonra o quş olar. Özün qu, farsça qu dediği quş olar. Gələr, sənin başında baba, bura palçıqdır. Biz soxulcan deyirik da, bilirsiniz. Burada soxulcan var. Mən bu soxulcanları yiyəcəm. O oturar burada soxulcanları yiyər məsələn. Mənim başım buraları çox ağaçlıqdır. Burası torpaqdır fəqət, palçıqdır. Və o palçıqdan o şeyləri yiyəcəkdir. Baxın, fikrin azadlığını istəyirəm. Yəni, fikri azad buraxın. Yəni, uşaq bu qədər, özə deyəndə ki, axı, sən şeysən, mənim qızımsan, yox deyib, pretending. Mən belə görsədirəm ki, quşam da, belə görsədirəm sənin başında şey var, qurt vardı. Yox, sənin başında qurt yoxdur ki. Pretending. Mən görsədirəm beləsi. Yəni, fikrini azad qoyubdur. Fikrini azad qoyduğu üçün dostlar, çox gözəl xiyallar yarada bilir. Yazıb dostumuz ki, teori iki halətdir. Bir, bu ki, teori bais olur, insan tərəqqi və inkişaf tərəfinə getsin. Bir teori var ki, tənha insanları kontrol eləmək üçündür. Məncə, dostlar, doğrudur bu söz, bu təqsim bəndi taza təqsim bəndidir. Amma hər teorinin vaxtı keçəndən sonra bu ona şamil olur. Yəni, bir teori var, vaxtında işləyir, toplumu qabağa aparır. Ondan sonra bir taza teori çıxandan sonra o teori daha kontrolçu olur, saxlayıcı olur. Yoxsa o devam edir. Məsələn, dünə necə Allah məsələsi var idi. Allah yaradıbdı. Kəhkəşanları, hər şeyləri gedirdi. Hər şey. Bu günləri Big Bang yaradıbdı. İndi o nəzərə gəlir ki, kontrol edir, saxlayır, geri saxlayır, bu aparır. Amma diqqətlə baxsaq, ikisi də heç birisi qabil isbat deyil. Amma bizə köməklik edir ki, gedək qabağa. Big Bang-də belə bir köməklik edir. Məsələn, Quranda
teorilər var. İnsan teorisi. Mən bunu çox cavan idim. Bu Quranı oxuyanda öyrəşdim. Gördüm orada Allah, insan, mələkələr. Quran deyək. Quran insanlardan danışır. Bir insandan danışmır. Harda danışır bunu? Bir də ki, xilqəti fərqli deyir. Xilqətin bir yerdə deyir ki, bunlar sudandır, bir yerdə deyir ki, bunlar torpaqdandır, bir yerdə deyir, bunlar səxsi kimidir, bir yerdə. Bu cür, yəni müxtəlif. Amma mən bunları fikirləşəm, deyirəm ki, bu teorinin mərhələləridir. Mən beləsi düşünürəm. Amma məsələn bir yerdə Bəqərə surəsindədir, Allah gəlir bu adamı düzəldir. Məsələn bizi fikirləyin ki, bunun qalıbını düzəldir, qoyur ora, mücəssəmədir. Hələ buna ruh verməyibdir. Sevinir, baxın gedir, dağıya gəlir, baxın, of, gözəl bir şey düzəltmişəm, öz nəzərində. Gedir, gəlir, bax, bir daha bu nümayişgah qoyaq, bir gəlsinlər, baxsınlar, bir bizə afərin, sədafərin desinlər. Quranda belə görünür də, məsələn, belə görünür. Sinarionu düzəltsək, filmi düzəltsək, belə olacaq. Tamam. Bir nümayişgah qoyur, mələkələri çağırır, gəlin baxın, gəlirlər, baxırlar, görürlər. Bunu ki görmüşdük, bunu keçən dəfə yaratmışdın. Yenə nə yaratmışsan? Elə həmançıdır da, nə fərqi var? Baxın, Allahdan dəqiqən belə soruşur ki, həmançıdır, nə fərqi var? Allah deyir ki, mən bir şeylər bildirəm ki, siz bilmirsiniz. Mən buna adları öyrətmişəm. Baxın, bu ad teorisi çox mühümdür. Məsələn, indi feilən bu dildə, dilşünaslıqda adların üstündə danışırlar ki, əvvəl feili gəlibdi, ad gəlibdi. İnsanlar əvvəl ad düzəldiblər, adlardan feili düzəldiblər. Yoxsa əvvəl feil gəlibdi, sonra ad düzəlibdi məsələn. Məsələn. İndi bunun üstündə bəhslər olur. Bir yol. Ərz edeyim xidmətinizə ki, baxırıq, görürük ki, bu ciddi bir bəhsdir. Quranda gəlib məsələn ki, əlləməl Adəmə əsma. Biz Adəmə adları öyrətdik. Adlar, dostlar, növavəri deyirlər farsdaha, tazalıqlar, taza inkişaf, onlar deməkdir. Hələ bunun ayrı bəhsi var, buna girəcəyik. Ondan sonra dostlar, dedik azadlıq deyil. Bu azadlıq nədir? Toplumsal azadlıqdır. Yəni fikirsəli dedim indi. İndi bir də azadlıq var, toplumsal azadlıq. Əgər toplumda azadlıq olmasa, insanların fikri dalıya gedər. Qabağa getməz. Əgər dövlət, toplum, dində, toplumda nüfuzlu adamlar, nüfuzlu qurumlar, qruplar insanların azadlığını sərb eləsələr, o toplumda düşüncə dalıya gedər, qabağa getməz. Toplumda da azadlıq olmalıdır, həm də çox yuxarı dərəcədə. Mənim özümün baxışımda dövlət sisteminə, dövlət sistemi ən aşağı səviyyədə olmalıdır. Müsəllət olandan sonra, müsəllət olandan. Yəni, əvvəlcə belə istiqlalı alasan, əmniyyəti qoruyasan, düşmənləri dalıya oturdasan, gücün gələ o yerə ki, heç kəs sənə həmlə eləyə bilməyə, gücündən qorxalar sənə həmlə eləməyə. Buradan sizə şey gəlir. Buradan azadlıq, demokrasi bu mərhələdə başlayacaq. Mənim nəzərimdə. Çünki ondan öncəki düşməninlə savaşdasan, düşmən səni vurur, əzir, həmlə elir, zəifsən, onda demokrasi səni fəqət bölər. Düşmən gələr, pul verər, Qacar dövrünü nəzərizə alır. Düşmən 50 dana, 100 dana framasonu gətirdi. Hamısın buradan getmişlər Avropaya dərs oxumağa ya işləməyə Qacar dövlətinin tərəfindən. Hamısı çöndülər, döndülər, oldular. Framason gəldilər, bizi yıxdı. Çox üzr istəyirəm. Çox üzr istəyirəm. Gəldilər, bizi yıxdılar. Biz o təliyə bir də düşməməliyik. Yəni, dövlətimiz, əvvəl dövlətimiz. Hakimiyyət, milli hakimiyyət, milli dövlət. Diktator olsun, amma mənim dövlətim olsun. Bizim milli mənafeyimiz qorusun. Pəs, toplum da azad olmalıdır ki, sizə deməyə, filan şeyi düşünmə ha. Məsələn deyirəm, qızlar, biz də yuxu görürük. Məsələn, oğlanlar
kişilər şeytani olarlar gecə. Məsələn, şeytandır, nə bilim, bir xanımdır, onunla yuxuda görüşərlər, rahat olarlar. Xanımlar da insandılar, onlar da görə bilər. Amma xanımlar heç vaxt bir-birinə deyə bilməzlər, ya əslən, məsələn, evdə bir-birinə deyə bilməzlər. Dədəsinə, nənəsinə, bacısına, qardaşına mən belə olmuşdum deyə bilməz. Çünki elə onu demək, həmin buna möhürü basarlar belinə. Ya məsələn, bir dənə qız deyə bilməz ki, mən filan kəsi sevirəm, filan kəsi getmirəm. Zordur da, bizim camiəmizdə mütəəssifانه zordur. Bu azadlıqlar. Məsələn, mən dini qəbul edirəm. Mən Allahı qəbul edirəm. Adam deyəmir, qorxur. Mən oruç tutmuram. Mən namaz qılmıram. Mən nə bilim, filan yerə getmirəm. Mən demokrasini sevmirəm. Mən azadlığı sevmirəm. Məsələn deyirəm. Mən çadranı sevirəm. Mən tumancaq dolanmağı sevirəm. Bunları demək olmur. Mən özümü sevmirəm. Mən acısını sevirəm. Baxın, keçən 3-4 gündə 3 dənə qız, 4 dənə qız Azərbaycanda özünü öldürüb. Cavan, 13, 14, 16 yaşında. Niyə? Niyə? Niyə özlərini öldürüblər? Çünki azadlıq yoxdur. Çünki qorxu var. Dədədən qorxur, qardaşdan qorxur, nənədən qorxur. Birini sevibdir, uşaqdır, birini sevibdir. Əslən, uşaqlığın adəti sevməkdir. Uşaq əvvəl ibtidaiyə gedəndə müəlliminə aşiq olar. Mən də aşiq olmuşam, siz də aşiq olmuşsunuz. Gizləməyə bunun yol gəlməz. Əgər müəllimiz xanım olsa, aşiq olarsınız. Əvvəl ibtidaidən. Fransa'nın rəis cumhuru əvvəl ibtidaiki müəlliminə aşiq imiş. İndiki rəis cumhuru var, bu nədir adı? Arvadın 4 dənə, 3 dənə, 2 dənə uşağı var idi. Boşadı, getdi bu özündən 20 yaş, 25 yaş yuxarı xanımla evləndi. Həmin müəllimini. Heç iradı. İnsan aşık olar. İnsan cavanlığında, uşaqlığında aşık olmaq dövrəsidir. Hər gün aşık olar, hər şeyə də aşık olar. O dövrə ondan ötürdü. Biz isə o dövrəni gərək qoyaq insanlar aşık yaşayalar. Çünki sonra girəcəklər işə, girəcəklər gücə, girəcəklər uşaqlar olacaq, böyüklər olacaq, ac qalacaqlar, sus qalacaq. Əslən vaxt tapmayacaq, aşık olsun. Əslən bilməyəcək eşq nədir? Əslən bilməyəcək yaşam nədir? Zəhləsi gedəcəkdir yaşamdan. Fəqət o uşaqlıq dövründədir ki, bunlar aşık ola bilərlər. Amma biz bunları qadağan eləmişik. Bu nə qoymaz düşüncəni. O qadağalar ki toplumda var, o qadağalar o tabular qoymaz beyin işləsin, düşüncə inkişaf eləsin. Düşüncə inkişaf eləməz. Utanmaq. Əgər utansaz, utanqaç olsaz, düşünə bilməzsiniz. Əgər utanasan fikrivi deyəsən, düşüncəvi deyəsən, fərqli düşünürsən, nəzərvə gəlir ki, gülüncüdür. Demiş, utanırsan deməkdir. Deyərəm gülərlər. Orada düşüncə olmaz. Utanmaq gəldi araya, düşüncə oradan gedər. Düşüncə, baxın, ədəbli olmaqla utanmağın fərqi var. Ədəbsiz olmaqla utanmağın fərqi var. Ədəbsiz odur ki, ağzına gələn pis sözləri deyir. Utanmaq odur ki, danışmaqdan utanır. Fərqi var. Bunları inanıram ki, fərqini bilirsiniz. Düşüncədə ağına, bozuna, qərəsinə baxmazlar. Düşünəndə deməzsən ki, bu yaxşıdır, bu pisdir. Yox. Düşüncədə azadsan. Toplumda azad olmalısan. Düşüncədə də azad olmalısan. Dövlət də sənə baskı yaxmamalıdır. Ailə də, bacı da, qardaş da, dədə də, nənə də, əmi də, dayı da, xala da, dövlət də, qurumlar da, qruplar da, molla da, küçədə, bacıda, dost da, böyük də, kiçik də. Heç kəsə baskı basmamalı. Əslən, dixalət eləməməlidir. Mən belə düşünürəm, sən nə? Niyə sən deyirsən pisdir? Niyə deyirsən əyridir? Niyə deyirsən yalandır? Niyə deyirsən bu... Sənin təcrübən, sənin təcrübəndir. Sənin düşüncən, sənin düşüncəndir. Mən sən deyiləm, sən mən deyilsən. Əslən bir dənə dədə-nənənin 2 balası bir-birinə əslən bənzəməz. Necə barmaqlarının rəddi bənzəməz, elə düşüncələri də bənzəməz, duyğuları da bənzəməz, təcrübələri də bənzəməz.
Belə ikisi bir toxumdan bölünsələr, hər şeyləri %100 bir-birinə bənzəsə, amma yenə də düşüncələri bənzəməz. Çünki bunlar iki canlıdırlar. İki ayrı beyindir. Bir dana bir şeyi görəndə hərəsi onu bir cür anlar. Bunun üçün, əgər sən desən, bu ağdır, bu qərədir, bu bozdur, fulandır, bəhmandır, yəni ayırasan bir-birindən ki, yox, bu olsa olmaz, o olsa olmaz, düşüncə olmaz. Düşüncədə heç zadın önəmi olmamalıdır. Düşüncə səviyyəsində. Dedim, tohin ayrıdır, təhqir ayrıdır. Təəssübsüz olacaqsan. Düşüncədə təəssübsüz olacaqsan. Düşünəndən sonra təəssübün olsun. Düşüncəvə də təəssübün olsun. Millətivə də təəssübün olsun, torpağa da təəssübün olsun. Amma düşüncədən sonra, düşüncə mərhələsində təəssüb olacaqsan. Müsəlman sözbaz olar, bu söz, bu bazlıqlar bahis olub rüsumat çarçubları çox-çox daralsın və özümüzü məhdud eləyək və məhdud yaşamağa adət eləmişik və təfəkkür azadlığı tabu kimi olubdur. Doğrudur. Amma müsəlman belə deyil. Yəni biz tanıdığımız müsəlmanlar deyəlim. Məsələn, Endonezi belə deyir, Malizi belə deyir, Türkiyədə biraz fərqlidir. Yəni 50-sidən müsəlman məmləkət var, heç birisi o birisinə bənzəmir. Fərqlidirlər. Yəni məsələn, mən Endonezidən, Malizidən bir dənə video gördüm. Boynu sıxatdım. Adamlar namaza bizim kimi getmirlər məscidə. Hindistanda müsəlmanlar bizdən fərqlidirlər. Pakistanda müsəlman var, bizdən fərqlidir. Əfqanistanda bizdən fərqlidir. Tacikistanda, Üzbəkistanda, Qırğızistanda, hər yerdə, yəni ərəb məmləkətlərinin hərəsi əslən fərqlidirlər. Onun üçün İslamdan o farsda xaniş. O şey ki İslamdan götürüblər toplumlar fərqlidir. Mütəəssifanə bizim götürdüyümüz İslamdan bizimki deyil, Türk deyil. Türk götürdüyü deyil bizimki. Bizimki indiki yaşırıq bu İslam, bu Fars götürdüyüdür. Məsələn, Türkiyə ilə bizimki fərqlidir. Əslində Türkiyədə İslamı bir ayrı cür düşünürlər, biz bir ayrı cür düşünürük. Suriyədə, Misridə, Libidə, Sudanda, Somalidə tamam İslam məmləkətləri. Bu cür deyil ki, İslam məmləkətlərin hamısında terror olsun, hamısı terrorçu olsun. Adamlar vətən üçün savaşanda adını qoyurlar terrorist. Yəni siz bu günlər vətən üçün silah götürsəz savaşda adınızı qoyacaqlar terrorist. Amerika da bunu deyə bilər, İran da deyə bilər, o da deyə bilər, bu da deyə bilər. Amma sən vətən üçün, millətin üçün çalışsan, sana deyəcəklər terrorist. Əfqanlar vətənləri üçün də adını qoydular Daeş, nə mənə filan bəhman. Taliban. Vətən üçün çalışsan, sənə ad qoyacaqlar. O geçənci cəlsədə dedik. Birinci şey ki, ad zorlu, güclü ad qoymasa səni yıxanmaz. Əvvəl gərək rəvani olaraq desin ki, bax bu müsəlman deyil. Müsəlman da ha, amma desən müsəlman da sənə deyirlər, niyə gedirsən müsəlmanı niyə öldürür? Ona görə ad qoyasan ki, onu gedib öldürə bilər. Onun üçün İran gəlir, məsələn bir kafirlər təkfiri. Adın qoydu təkfiri deyir, bunlar müsəlman dayı deyil. Əgər biri-birinə deyir, eşşək, üzr istəyirəm, haşa huzurunuzdan, eşşək pisat deyil, bir adamın varlığın adıdır. Tohin deyil, tohin kəlməsi deyil. Dostlar, buna əslən üzr istəmək lazım deyil. Mən mütəəssifanə Qəşqailərə görə çox bir şey bilmirəm, dostlar. Xorasan türklərinə görə əslən bilmirəm. Qəşqailərə görə biraz azdan çoxdan danışa bilirəm. Amma Xorasan türklərinə görə mən fəqət 2-3 dənə video görmüşəm, 2-3 dənə səs görmüşəm. Özləri də səslərində üçün baş tapıram, eşqlə qulaq asıram, ləzzət aparıram. Mütəəssifanə o haqda bilgim yoxdur. Əgər istəyəsiniz gərək mənə uzun fürsət verəsiniz ki, gedəm Qəşqay haqqında oxuyam, ondan sonra gələm danışam. Danışmağı məsələn 5 dəqiqə çəkər, yəni çox çəkməz. Hamısı da təhlil olar, tarix olmaz. Yəni mən nə desəm hamısı təhlil, yəni şəxsi istintacım olar, nəticə aldığım sonuçlarım olar. Mənim düşüncələrimi bağlaram tarixə. Təəssübsüz olacaqsınız, dedik, təəssübsüz fikir mərhələsində, düşüncə mərhələsində heç sırada təəssübün olmayacaq. Din, Allah, Quran, kitab, peyğəmbər, molla, dədə, nənə, göylər, yerlər,
düşüncələr, fəlsəfələr, filsuflar, Əflatun, Suqrat, Buqrat, İbn Sina, bunların heç birisi sizi, çünki hangisına təəssübünüz oldu, orada mərzi bağlandı. Oradan o yüzden fikriniz geçmeyecek. Təəssüb fikri bağlar. Elə ki, düşüncə mərhələsindən geçdiniz, əməl mərhələsində təəssübünüz olacaq. Bu mənim düşüncəmdir. Mən bunu rahatlığına ələ gətirməmişəm ki. Bunu elə bu rahatlığına ötürmərəm. Sən dəlil gətir. Bəlkə mənə təsir qoyar. Bəlkə mənim düşüncəmdə bir əsər qoyar. Amma dəlil deyil ki, sənin dəlilin qabağında mənim dəlilim olmasa öz düşüncəmi atam qırağa. Niyə? Mən təslim olmağa gəlməmişəm ki. Mən bunun üstündə aylarca fikirləşmişəm, tapmışam, bu mənimdir. Bu mənimdir, malımdır. Elə bir işləmişəm da, gedirik, işləyirik, bir pul qazanırıq ha. Bu da işləmişəm, bunu qazanmışam. Aylarca, günlərcə, həftələrcə, illərcə bəlkə bunun üstündə düşünmüşəm. Bu mənim təcrübəmin, yaşamımın nəticəsidir. Bunu atanmaram ki, deyəm, hə, sən bir dənə fikir verdin, tamam, mənim qabağında dəlilim yoxdur, bunu atım geçsin. Yox, mən düşüncəmə təəssübüm olacaq. Amma o yerdə ki, gəldik, 3 dənə şeydə təəssübümüzü qoyacaq yerinə. Yəni dedik, heç dənə təəssübümüz olmasın düşüncə mərhələsinə, düşüncə mərhələsindən çıxan sonra təəssübümüz olacaq. Millət, torpaq, düşüncə. Ya millət, torpaq, milli mənafe, düşüncə. Bu 3 dənəyə təəssübümüz olacaq. Təəssübsüz millət uduzar. İndiyəcən uduzub. Əgər biz uduzmuşuq Qacarı, hakimiyyətimizi, torpaqlarımızı, kaş uduzaydıq fəqət. Gəlmişik müstəmirə olmuşuq, gəlmişik qul olmuşuq. İlləti budur ki, təəssüb göstərməmişik. Qacara təəssübümüz olmayıbdı, dövlətimizə təəssübümüz olmayıbdı, torpağımıza təəssübümüz. Gəliblər ustan torpağımızı məmləkət idi. Ustan deyildi. Ustan sözü birinci dəfə Rza Şah dövründə 1312-də tapılıbdı. 1312-dən qabaq ustan sözü yoxdur. Amma tüm təəssübümüz olmadı, nə oldu? Gəldik, qəbul elədik, təəssüb göstərmədik, torpağımızı belə böldülər, verdilər, burasını ora, orasını ora, orasını. İndi biz deyirik ki, ağa, Ceylan özü bir müstəqil. Məsələn, mən özüm deyirəm da bunu. Ceylan özü müstəqil ola bilər. Və mənim torpağım idi bu Qacar dövründə. Həmədan, Kürdistan, bunlar mənim torpağım idi. Nə cür oldu? Niyə? Təəssübü duyğu səviyyəsində saxlamışıq. Duyğu, düşüncə yox. Duyğu nə demək? Hissidir. Biz hiss edirik ki, məsələn, bir dənə misal vursaq, deyir ki, bir nəfər abidə Ayətullah var. Bunun oğlu evə xanım gətirir. Evlənmədən, kəbin kəsmədən, siğə oxumadan bir xanım gətirir. Hər gün. Ayətullah gözünü yumur, qapıdan keçir, gedir. Əstəğfurullah Rəbbi və etbir. İnşallah pişikdir. İnşallah mən yanlış görmüşəm. Əraq gətirir. İnşallah mənim evimə gətirməyibdir. İnşallah əraq içməyibdir. İnşallah əraq deyil. İnşallah sudur, əraq şüşəsindədir. Əstəğfurullah Rəbbi və etbir. Hər nədə beləsi xilaflar edir. Bir gün görür ki, qırmızı badımcan gətiribdir. Adam o zaman badımcan Amerikadan gəlirmiş. Elə bir zamanda bizdə tomates deyirdilər. Hətta Azərbaycanın bəzi yerlərində elə tomates deyirdilər. Görür ki, tomates gəlibdir. Yəni badımcan. Badımcanın ingiliscəsi tomatodur. Fikir edirəm ki, bizə Rusiyadan gəlib, hardan gəlib, onca tomates deyiblər. Yox, domates də deyirlər, tomates də deyirlər. Deyir ki, olan bu evə xanım gətirdin, dinmədim, əraq gətirdin, dinmədim, qumarçı gətirdin, dinmədim, filan gətirdin, dinmədim. O yerə işin çatıb ki, buracan qırmızı badımcan gətirirsən, domates gətirirsən bu evə, bu evdən çıx get cəhənnəm ol. Bu misalı vurdum buna ki, insanlar mütəəssifanə bəzən o duyğularına, eşitdiklarına, düşünməmədiklarına təəssübləri var. Məsələn, deyək ki, mənim bacım birinə aşıq olubdu, mənim qızım birinə aşıq olubdu, mənim nənəm birinə aşıq olubdu. İstəyirəsən boşansın, geçsin ona. Amma çünki biz duyğuluyuq dədəmizə, bacımıza, qardaşımıza. Yox, ola bilməz. Mən öldürürəm, mən kəsərəm, mən nasıl. Bu nə deməkdir? Duyğudur, təəssübü duyğuyadır. Hissədir, hissə. Mənə deyərlər ki, nənəsi boşandı, dədəsi boşandı, bacısı boşandı, qızı boşandı, arvadı boşandı.
Nə olsun məsələ? O onların haqqıdır. İnsanların haqqıdır. Haqqından istifadə edir. Amma sən duyğu və təəssübün var. Sən duyğu və təəssübün var. Düşünmürsən. Düşünmək lazımdır burada. Bir də hobbuboğz deyirlər ərəbcə. Dostluq və düşmənlik duyğusu olmadan düşünəcəksən. Mövzuları, qonuları İran məsələsini danışanda onu düşmən qoyub qabağa düşünməyəcəksən. Əvvəl düşünəcəksən bu İran nədir? Ha zaman tapılıb? Fars nədir? Ha zaman tapılıb? Dil nədir bir dildir? Harda gücü var? Harda zəifi var? Əslən bu nədir, nə deyil? Bunları bir düşünəcəksən. Biz bunun qabağında nə eləmişik? Niyə bu cür eləmişik? Niyə bu cür olmuşuq? Bunları düşünəcəksən. Sonra deyəcəksən, elə ki qutardın, ondan sonra deyəcəksən ki, tamam. Mən dilimə təəssübüm var. Bildim, mən düşmənimi tanıdım. Bu mənim düşmənimdir. İran düşməndir. İran gərək dağılsın. Fars bizi düşmən tanıyıbdır, bizi düşmənlik edir, gərək keçsin. Yəni, düşüncə mərhələsində hopbuboğuzu qoyacaqsın. Düşmən, çiynə, küdurət, sevirəm, filan bunlar qoyacaqsın. Onun üçün də insanlar bəzən o Allah rəhmət eləsin, fikirlərim böldü getdi, fikir edirəm ona görə. Şairimiz Kərimi Mərağəli öldü getdi, deyir ki, qız bir dana xanımına şeir deyibdi, deyir ki, necə ki bu qızdı, bu xalı çox gözəl görsənirdi filan bəhman, amma indi heç qocalıbdı, çox qalıbdı. İrgənirlər adamlar biraz qalandan sonra bir-birlərindən. Deyir ki, o xalı zəhər kimidir mənə. Burada hopbuboğuz var arada, duyğular var, düşüncə yoxdur. Düzdür, biz sağ olun, təşəkkür edirəm Ələsgər bəy. Pəs hopbuboğuzu ərəbcə sevib ya acığı gəlmək hissi ilə sevmək və acığı gəlmək türkçəsidir. Hopbuboğuzun ki ərəbcədir. Onu onlar olmasa düşüncədir. Onlar olsa düşüncə deyil. Onlar gəldi, pərdə yendi, siz görməyəcəksiniz. Biz hopbuboğuzu düşüncədə qoyacağıq qırağa. Düşmənlikdən uzaq duracağıq. Düşüncə səthində. Düşüncə mərhələsindəki bir şeyi düşünürük. Onda düşmənlik, ziddiyyət, bunları qoyacağıq kənara. Müxalifət, bunları qoyacağıq kənara. Aşıq olmaq, sevmək, bunları qoyacağıq kənara. Mövzuda dərinləşəcəyik. Hey onun içalatın aç. Gör nəyi var onun içində daha nə tapa bilərsən. O zaman düşünməkdir. Cumacaq onun içinə. Eyni elə bir şey dəryadır, cumacaqsan onun içinə. Hətta qaranlıq olsa, hətta nəzərə gəlsə ki, bura torpaqdır, cummaq olmaz, sən culmağa çalış. Yəni bir yol tap. Bir yol tap gir onun içinə. Çünki məsələn qədim fəlsəfələrdə dedim, məsələn düşünürlər, bir-iki nəfər düşünən qədim tarixdə deyib ki, zərrəni, zərrə yəni məsələn atom, deyək ki, zərrə atomdur. Deyib ki, zərrəni, çünki qədim atom bilmirdilər ki, atom taza bir sözdür. Taza. Qədim buna zərrə deyirdilər. Deyib ki, zərrəni bölsəz, yenə içində zərrə var. Bəziləri deyiblər, yox, zərrə sondur. Amma bu günləri indi elm deyir ki, yox, zərrənin içində zərrə var, zərrənin içindəki zərrənin içində yenə zərrə var. İndi düşünmənin bir ayrı mərhələsi budur ki, onu beyninizdə yaradasınız. O qonunu beyində yaradacaqsan. Arman şəhri deyirlər də buna. Arman şəhri yəni eşikdə yoxdur belə bir şey. Siz bunu zihninizdə yaradın. Məsələn deyirik ki, bir adamın 12 dana əli ola, 8 başı ola, 500 dişi ola, 12 dana gözü ola. Başının dalısında da göz ola, üstündə də çənəsinin altındadır. Adamın belində məsələn göz ola. Belə bir şey yoxdur axı. Amma biz bunu indi ki deyirik, yaradırıq. Görürsünüz zehnimizdə. Yaradacaqsan, bunu yaradacaqsan, canlı gözünün qabağında qoyasan. Qur'anda budur, Qur'an bunun məhşəridir. Qur'an bunun məhşəridir. Siz Qur'anı oxusaz, diqqətinə mələklər nə cürdür bilirsiniz? Behiştəki adamlar nə cürdür bilirsiniz?
behişdə nə var bilir, görürsüz. Yəni görürsüz gözünün qabağındakı, məsələn, ərx var, gedir, içində bal axır. Ər var, gedir, ərx var, axır, içində su, şirin su axır. Ərəblərdə şirin su yox idi. Ərx var, axır, içində süd var. Oturmuşsunuz yerdə, ağaçlar hər yer meyvədir, tökülür başınıza. Çünki ərəblərdə meyvə yox idi axı. O zaman bizlərdə də yox idi. Yəni biz meyvə indi yaxcəlindən oradan buradan gəlir də. Bizdə qışda payızın axırından sonra meyvə tapılmaz ta yazın ortalarına qədər. Alça çıxana qədər. Alça çıxandan sonra meyvə tapılar yavaş-yavaş. Ondan sonra meyvə yoxdur. Amma behişdə bu görürsünüz. Hava nə soyuqdur, nə istidir. Yağış yağmır, qar qarlamır. Yəni bir dənə ustivai bir yerdir. O qədər paltara ehtiyacınız yoxdur. İnsanlar ağdılar. Məsələn, qərə insan yoxdur. Hamı gözəldir. Çirkin insan, məsələn, bilmirəm indi gözəl nə deməkdir. Yəni o cürsə bir şeydir. Yox, hamı gülər üzlüdür, hamı şaddır, hamı toxdur, doludur, yəni ac deyil, toxdur. Bunlar sizə belə bir şey verir. Bu görürsünüz, yəni baxırsan deyirsən ki, behişdə mənzur budur. Əraq var. Əlbəttə orada əraq deyil, məzərsən, çox məzərsən. Mən Allaha şey yaratdım. Şərab var. Şərab yəni içməli dostlar. Quranda şərabla şeyin, ərağın alkollu şeyin fərqi var. Bəzi dostlar şey deyirlər ki, Zəkəriyya Razi tapıb da alkolu filan yerdə, ondan qabaq İslam alkolundan danışa bilər. Əvvələn İslam alkolundan danışmır. Demir ki, Quranda alkol sözü yoxdur. Yox ki, Quran deyib alkol var, alkolu sonra kəşf ediblər. Yox, belə bir şey yoxdur. Amma tarix boyu, istərsiniz bunu mən sizə deyərəm, imtihan edin. Bir dənə meyvəni qoyun naylona, qoyun yaxçılı. Götürmeyin. Her ne olur olsun. Koyun çiftsənsi. Karpuzu filanı, meyvəni. Bir müddətten sonra götürəcəksiniz, görəcəksiniz ki, bunu yiyin. Görəcəksiniz ki, alkol iyi verir. Mən dünəncədə narinci dediyimiz meyvəni götürdüm. Qalmışdı, suyu getmişdi, qurumuşdu, şeydi. Uşaqlar deyirlər, bu əraq iyi verir. Götürdüm, yedim, gördüm, əraq iyi verir. Yəni, alkol iyi verir, əraq yox. Alkol. Alkolla ərağın fərqi var. Yəni ad olaraq fərqi var. İkisi hərəsi bir qavramdır. Alkol əraq deyil. Ərağı içərisində məst olarsınız. Alkol içində ölərsiniz. Yəni fərqi budur. Amma meyvələr zaten meyvələr özləri ağacda qalanlar alkola dönərlər. İçlərində təxmir deyirlər. Elmi adı budur. Təxmir olar. Təxmir olandan sonra özü alkola çevrilər. Cəlibdir. Heyvanların bir iddəsi, xüsusən bir cür bir meymun var, o meyvəni yiyər. Məst olar, ağaçda özünü saxlayanməz. Düşər qorxutun sındırar ağaçdan, düşər heyvanlar onu yiyərlər, heyvanlardan qaçmaz, düşər orada məsələn oynamağa başlar, şerin qabağında şer onu tutar yiyər. Bunun üçün deyirlər ki, məst olmaq tarixdən, maqəbli tarixdən insanlar əslən heç zat bilmirdilər nədir? Meyvəni hamma məcburdur yesin. Xarab olsaydı acı yeyirdi. O yiyəndə məst olurdu. Çünki onun içindəki o alkol, təxmiri olmuş maddəni yeyirdi. Hər halda bu da onu dedik ki, nə cür beyində yaratmalısınız. Və dedik ki, Quranda beyində yaranmış bir varlıqdır. Allahın özü də budur. Quranda baxsınız, Allahı siz kamilən görə bilərsiniz. Mücəssəm eləyə bilərsiniz. Mən Günas TV-də bunlara görə 35 cələsə danışmışam. Dostlar işləsələr onu bəlkə tapa bilərlər. Çünki fikir edirəm ki, Günas TV-nin web saytında ki, upload eləmirlər. Eləmirdilər, indi bilmirəm. Qabaqcanda YouTube-a fərq düşürlər. YouTube-da da fikir edirəm ki, silinibdir. Yəni, nə cür olub silinib bilmirəm. İmkansızlıqdır. Dostlar, beyində, düşüncədə imkansızlıqlara düşünəcəksən. İmkanı olan şeyi hamı düşünür. Və düşüncə deyil ki. Onun ki, hər şey, o şey ki, hamı onu düşünür, o düşüncə deyil. O gündəlikdir. Ona normalizə deyirsiniz deyin, ona deyirsiniz ki, təbii bir şeydir, odur. Düşüncə qeyri-təbiidir. Siz bunu yaradırsınız. Yaradıcılıq var bunda. Bunun üçün siz nə edəcəksiniz? İmkansızı
Çünki o şey ki vardı, o imkanlıdır, imkan olubdur. Siz indi istəyirsiniz, düşünəsiniz, bir dənə imkansızı yaradasınız. Onda düşüncə olur. Əgər imkansızın imkanı olan şeyin üstündə danışırsınız, o şey deyil. Məsələn, deyək ki, deyirəm, Kanadada geçən həftə, yox, o birisi həftə latari məsələn 70 milyon idi. Bunun mənim almaq ehtimalım yüzdə neçədir? Milyonda neçədir? 35 milyon, 40 milyon Kanadada adam var. Orada neçədir? İndi axı bəzi adam gedir 10 dana alır, bəzisi 20 dana alır, bəzisi 50 dana alır. Görün mənim şansım nə qədər gəlir aşağıya. Ehtimalı çox aşağıdır. Amma siz burada bir ehtimala qarşı gedirsiniz, bir bilet alırsınız. Bu imkansızın tərəfinə getməkdir. İndi ondan da imkansızın deyim. Məsələn, fikirləyin ki, istəyirsiniz ki, gələsiniz, bir dənə məmləkətdə rəis cümhur olasınız. Savadınız da yoxdur. İstəyirsən məmləkəti istiqlala yetirərsən, heç kəs məsələn cəsarət eləyə bilmir bəzi işlərə, sən cəsarət edirsən. Bu imkansızdır. Bunu sən düşünürsən. Hə, filan kəs, heç kəs girməyib bura can. Məsələn deyirəm, müsəlləhanə təşkilat qurmağa heç kəs girməyibdir. İndi mən bu imkansızı yaratmağı əvvəl düşüncəmdə düşünürəm. Hər şeyi düşüncəmdə yaradıram. Bu imkansızdır müsəlləh olmaq. Niyə? Pul istəyir. Məsələn, indi mən bunu özüm deyirəm də, pul istəyir. Çox pul istəyir. Adam istəyir. Adamlara nə cür güvənəcəm, nə cür biləcəm ki, bu ittilatın adamı deyil, paslar deyil, bu gedib verməyəcək, məni satmayacaq, silahlarımızı verməyəcək, bizi tutturmayacaq, bizi astırmayacaq. Bunların hamısını düşünürəm. Harda qalacaq, harda yatacaq, harda gizlənəcək, kim bizə yer verəcək, kim bizi saxlayacaq, kim bizi qaçırdacaq, kim gətirəcək filan. Bunların hamısını düşünürəm. Bunlar imkansızlardır nəzərə gələn. Amma sonunda yolunu tapıram. İmkansızlar nədən ötürdü dostlar? İmkansızlar bundan ötürdü ki, sındırasız imkanlı eləyəsiniz. Əslən imkansızlar budur. İnsanlar bir zaman deyirlər ki, göyə uçmaq olmaz. İndi uçuruq. Aya getmək olmaz. İndi gedirik. İmkansızlar. Suyun içinə getmək olmaz. Gedirik. Yerin mərkəzinə tərəf getmək olmaz. Gedirik. O şey ki insan imkansız bilirdik, bir nəfər tapıldı, onu imkanlı düşündü. Bir nəfər tapıldı, o imkanlı düşüncəni əmələ gətirdi. Yarattı. Mühüm düşüncədir. Bizim gərək cəsarətimiz ola düşüncədə imkansızları sındırmağa. Əgər düşüncəmizdə o divarları, o imkansızları, o geçilməsi imkan olan olmayanları sındıra bilsək, dünyada sındıracağıq. Kafidir zehnimizdə, beynimizdə biz o işi başaraq. Əgər o amaca zehnimizdə, o yolu tapsaq zehnimizdə, eşikdə o yol tapılacaq. Çünki zehni heç bir şey yaratmır ki, eşikdə olmuyor. Hər nə ki zehnimiz yaradır, biz onu eşikdə görə bilirik, yarada bilirik. Hər nə ki eşikdə görürsüz, onu zehnimizdə yarada bilirik. Zehnimizdə yarada bilirik, onu eşikdə yarada bilirik. Bəs zehnimizdə yaratmaq ən böyük düşüncədir. Fəlsəfə beyində yaratmaq, yəni bu. Yoxsa məmuli hamı gündə bunu düşünür də, bunu düşünməyə ehtiyac yoxdur ki. Mən durum bir məqalə yazım. Bunu gündə 300 nəfər, 500 nəfər məqaləni yazır da. Neçə milyon nəfər adam məqalə yazır. Bir şaqqıl qəmər eləməmişəm. Amma taza bir söz gətirdim. Taza bir düşüncə, taza bir yol qoydum toplumun qabağına. O mühümdür. Yolsuzluq da bir yol aşmaq. İndi gəlmişik bir şeydə bombəstə yetişmişik. Milli hərəkət, məsələn deyirəm, bombəstə yetişib də hərəkət eləmir. İranı yıxamırıq, dövlətimizi quramırıq. Bunlar bombəstdirlər. Bunlar sıxılmaz yoldular. Nə etməliyik? Deyir ki, düşüncədə buna bir yol tapacaqsan. Buradan, bu yoldan bunu qazacaqsan. Fərhad olacaqsan. Fərhad neynədir? Şirinə aşıqdır, dedilər dağı qazdı. Getdi dağı qazdı. Niyə? Aşıqdır. O beynində bunu həll eləmişdi. Mən o qızı almaq üçün bu dağı qazacağam. Getdi dağı qazdı. Sən də, mən də zehnimizdə o yolu, onu mən bu danışıqların birində dedim ki,
Ergenekon dediği tarixi hadisədə, Dağıstan xiyal hadisəsində türkləri şikəst verirlər. Fikir edin ki, bugünkü Avropa, Asiya, Afrikada türklər yaşırmışlar. Azlıqda düşürlər, yax sadə olurlar, düşüncələrin bağlılar, təəssübləri olmur özlərinə, bir-birlərinə, dillərinə, vətənlərinə, torpaqlarına, millətlərinə, hakimiyyətlərinə, dövlətlərinə təəssübləri olmur. O birisi millətlər birləşirlər, bunları vura, bunları aparırlar, soxurlar bir dəriyə. Himalaya dərələrinə. Yəni, dağ, divardır da, Himalaya bilirsiniz, dağ deyil, divardır əslində. Yəni, yerdən çıxmış bir divardır. Gelib göyə, məsələn, 2000 metr, 3000 metr, nə bilim, 6000 metr, 7000 metr göyə gedirdi. Bu cür bir divardır. Türklər canların qorxusundan qətliam ola gedirlər ora. O dağların çıxları o başda çoxu oradan düşür, ölür. Bir 5-10 nəfər oradan geçirlər o birisi tərəfə, dəriyə. O dağdan gələn düşmən deyir, işte, bunlar orada düşüb öləcəklər, biz də gedib orada düşüb ölməyək. Qeydirlər. Yüzlər il orada qalırlar, özlərin nəqd elirlər, biz bu vəzəniyə düşdük, düşüncə səthində yol açırlar. Yol tapırlar, adamları çoxaldırlar, çox doğurlar, çox artırlar. Bir gün gəlir ki, deyir ki, biz çoxaldıq, gücləndik, gedək, torpağımızı azad edirik. Gəlir, neynir? Gəlirlər, dərədən çıxsınlar, görürlər ki, bu çox uca bir dağdır, buranı biz necə gəlmişik? Bu divardır, dağ deyil. Bunu gərək buradan geçək. Nə cür edək? Otururlar, beyin fırtınası, o deyir, bu deyir. Biri vəsətdə deyir ki, hamı gülsədə gülsün, amma mən deyəcəm. Hə, de görək, nə deyirsən? Gedək ağaçları qıraq, gətirək, bu dağı əridək. Olam, dağı əritmək olar. Oradan biri deyir ki, bir imtihan eləyək da, bəlkə əritdik. O birisi deyir ki, balan, səhv eyləmə, bu yekəlikdə dağı əritmək olar. Nə qədər ağac kəsək gətirək, tənbəldə axı mənə tay. İşləmək halı yoxdur. Olan, nə qədər ağac kəsək gətirək, yığaq bura, bunu əridək. Oradan biri deyir ki, gətirək, yığaq, əridək. Bunun tənbəlliği yoxdur. Gətirək, yığaq, ya buradan çıxacaq, ya öləcək. Gərək bu dağı əridək. Biləxərə də təsmini tuturlar ki, başda indi hər kəs təsmini tutsa, sözləri işlənirsə, deyir ki, tamam, bu tardı. Bu dağı əridəcək. Ağaçları kəsin, gətirin, yığın bura. Ağaçları kəsirlər, 1 il işləyirlər, 2 il işləyirlər, 5 il işləyirlər, 10 il işləyirlər. Ağacı kəsirlər, tökürlər orada, qallaqlanır, gedir göyə, dağın kəlləsinə. Ağacı yandırırlar, hər tərəfdən bu ağacı oradan ki, mümkün ağaçları yandırırlar. Bu ağac, dağ, dəmir dağı, özə dəmir dağdır, torpaq deyil ki, külüylə sındıralar. Bu dəmir dağı əridirlər, gəlir, gedir dərəşağa, onun üstündən keçilir, gəlirlər. Budur, bizim dədələrimiz bu düşüncəni və yolu aşmanı bizə orada öyrədiblər. Ergenekonun bizə önəmi nə cür şikəst yiyəndə dala oturacaqsan, nə cür özünü qüdrətləndirəcəksən, nə cür çıxmaz yolu yol eləyəcəksən, onu deyiblər. Məmuli düşüncələr, dostlar, bizi geriyə qoyubdur. Duygusal, məmuli düşüncələr ki, gündə düşünürük. Bunlar elə o şeydir ki, düşünürük. Hamı xiyabanda rejimin əleyhinə danışır. Nə təsiri var? Hamı görür ki, xanımları vururlar. Nə təsiri vardı? Məsələn, nə olubdur? Hamı görür ki, mən bunu dəfələrcə demişəm, sevirəm də bunu deməkdən. Ərəblər 1400 il bundan qabaq bir dənə ərəblər deyəndə, bir dənə ərəb aclıqdan dolayı ya hər nədən qızı olubdu, qızından utanıb ki, biri alacaq bunu aparar, ya əsir eləyəcəklər. Hər nədən dolayı utanıbdı, qızım mənim var. Aparıb bunu öldürüb. 1400 ildir ərəblərin hafizə, milli hafizələri, duygusal hafizələri şikəncə altındadır. Siz indi bunu tapın İranda. Hər gün adam özünü öldürür, qız özünü öldürür, arvad ərini öldürür, ər arvadını öldürür, nənə balasını öldürür, bala nənəsini öldürür. Niyə burada duyuq? Çünki gündəlikdə mühasirə olub qalmaq batlıqdır. Əslində gündəlik düşüncələr batlaqdır, insanları öldürməkdən ötürdü, insanları qocaltmaqdan ötürdü, cavanlığa hədərə verməkdən ötürdü, gücə hədərə verməkdən ötürdü. Siz istəyəsiniz ki, cavanlığınızdan keyf çəkəsiniz. Əgər istəyəsiniz ki, yaşayışdan keyf çəkəsiniz, əgər istəyəsiniz ki, ləzzət aparasınız, gündəlikdən çıxacaqsınız.
Tikrardan çıxacaqsınız. Axı nə ki, məsələn, nə olsun? Məsələn, hə, mən gedəcəyəm, işləyəcəyəm, axşamacı. Dostlarımla axşam başı gələcəyəm, bir tikə çörək yeyəcəyəm. Ən çoxu budur ki, ya bir dənə filmə baxacağam, ya xanımımla yatacağam, səhər yuxudan duracağam, gedəcəyəm, axşam gələcəyəm, gələcəm. Bir dənə dairədə eşcək belə ha bağlarlar, dəyirmanı hey fırlanar, ya qatır, ya hər nə belə fırlanar, dəyirman daşın fırlanır. Biz də belə bir dənə çərxiyə düşmüşük, orada gedirik. Bu gündəlikdir, bu batlaqdır. Bu yaşam deyil, bu ömrü hədərə verməkdir. Ömür o zaman faydalıdır, müfiddir ki, o batlaqdan çıxasan bir fərqi yaradasan. O fərdi özünə olsa yaxçıdır, ən yaxçısı budur ki, topluma ola. Onlar için milli hərəkətdə çalışırlar. Güney Azərbaycanda ya İranda yaşayan türklər iki cürədirlər, məncə. Üç cürədirlər. Bir olar ki, gündəlikdə fırlanırlar, elə bunların yemin ver, yesinlər, yesinlər, işləsinlər, gəlsinlər. Yemimiz hazırdır, yiyirik, gedirik, işləyirik, gəlirik, yatırıq. Yəni bir yataq yerimiz var, yatırıq, bir yemək verir, yiyirik, bir də gedirik, işləyirik, gəlirik. Da bundan sonra həyat ibarətdir bundan. Keyfimiz də budur ki, məsələn, bir xanımımızla bir öpüşək, danışaq budur. Ondan sonra da keyf də budur. Ya məsələn, bəziləri keyf bunu bilirlər ki, bir keyf deyil, əraq içir, nə bilim, qumar oynur, nə bilim, bu cür bir şey. Bunlar keyf deyil. Zindicanlıq tikrardır. Biri də deyir ki, mən bu tikrardan özümə pul qazanım, yer qazanım, filan qazanım. Fabrika qurum, iş yaradım, filan. Bu özünə çalışır. Biri də milli hərəkətdə bulardılar. Deyir ki, mən canımla, malımla getirəm ki, heç kəs geçmir. O gündəlikdə qalan da geçmir. O ki, buradan çıxıb özünə işlir, o da çıxıb geçmir. Mən özümə çalış, mən bu topluma, bu millətə, bu vətənə çalışacağım. Bu bir çıxış yoludur, fərqli yoldur. Amma indi burada da bir genət beləsi bir şey var, dairə var. Hamı düşüb bir yekə dairəyə orada fırlanır. İndi buradan bir nəfər bir yol tapa, bir çıxış yolu tapa, bir dağı yıxa, bir düşüncə dağın, bir mane, bir iş maneyi, bir yolu, bir şey taza aça üzümüzə. Bu ən böyük şahkar. Allah dəslidir bu adam. Çünki əgər bir nəfər bir dana bir şeyi yıxır, onda xəllaqiyyət gücü var və Allahdan sonra heç kəs Quran ədəbiyyatı ilə danışırıq da, heç kəs o xəllaqiyyət onda yoxdur. Ondan sonra heç kəs yoxdur. Allah da var. Və Allah deyib ki, və nəfəxtu fiyhə min ruhi. Və mən insana öz ruhumdan püfləmişəm, vermişəm. O, məndə olan güc, məndə olan iradə, məndə olan yaradıcılıq, məndə olan insan yaratması ki var ha məndə, onda da var. O da yarada bilər. O, yəni mənim işimi görə bilər. Onun üçün deyib ki, insan yer üzündə mənim xəlifəmdir. Çünki mən görən işi o görə bilər. Mən yaratdım, yeri göy yaratdım, o da yarada bilər. Yəni, inanın mənə, insan yer göy yaradacaq bir zaman. Biz görməyəcək qətən, amma insan bir zaman yoxdan bir şey yaratmağa çalışacaq. Mən belə bir şeylərə, əcib bir şeylərə inanıram. Pəs, məmuli düşüncələrdən çıxacaqsınız. Dostum, xoşunuz gəlməsə çıxın gedin. Sizi biz nə dəvət eləmişik, nə də ki, yalvarırıq gəlin. Hər kəs istərsə gəlsin, xoşu gələr, oturar, xoşu gəlməz, xoşu gəldi. Qabağa getməlidir. Ötüyə, önə sürməlidir. Dalıya yox. Dalını təcrübələmişik, gəlmişik. Dalda bir şey yoxdur ki, həsrətin çəkəsiniz, dostlar. Heç zat yoxdur dalda. Dalda olanlar bu cürlə dalıdırlar. Düzdür, bəzi adam oturdu olan bizim zamanda, məsələn, cavanlığımızda millətdə şey var idi. Hürmət var idi, ehtiram var idi, məhəbbət. Bunların hamısı sözdür. Yox idi. Onlar da cavanlıqlarında deyirlər ki, o cavanlı, onların cavanlıqlarında. Onlar da o birisi. Yəni, həmişə hər nəsl öz nəslindən qabaqdaşlara həsrət edir. Ya ayəndəni görürlər, gələcəyi görənmir, ötəni görənmir, ona görə getəcəyin həsrətini edir. Əgər bilsə ki, məsələn, əgər bilsə ki, 10 ildən sonra insanlar məsələn, maşın sürməkdə ölməyəcəklər. İndidən gözəldir. Yəni, bunun həsrəti yoxdur, bizcə peykanın həsrətində olaq. 10 ildən sonra maşınlar tamamən otomatik olacaqlar, təyyaradan da yaxçı və insanlar maşının içində yatacaqlar, hər yerə geçsələr maşını öz aparacaq qapıya, qapını tutacaq, deyəcək, buyur, çıx eşiyə. Heç kəs maşını oğurlaya bilməyəcək. Trafikdə çıraq qırmızı adında bir şey olmayacaq, maşınlar hamısı hərəkətdə olacaqlar.
Çünki kompüterlər bunların hamısını bir-birinə. Məsələn, diqqət buyurun, ya məsələn yer üzündə xiyabanlar yığışılacaq. Çünki xiyabanlar asfaltdır, betondur, bəşərə lazım olan şeyi ona görə deyirlər yer kiçik. Çünki hər yeri xiyaban eləyiblər, asfalt eləyiblər, beton eləyiblər. Bunların hamısını götürəcəklər, hamısı əkinəcək, gül olacaqdır, bağ olacaq, bağça olacaq, insan rahat yaşayacaqdır. Çünki göydən gedib gələcəklər. Da yerdə, da bu benzin, neft, bunlar hamısı gedəcək işin dalsın, havanı kirləndirməsin. Baxın, bir var ki, gələcəyi görürsən, bunun həsrətini çəkəsən. Məsələn, mən həmişə deyirəm, kaş məsələn bir 1000 il ömrümüz ola, 5000 il ömrümüz ola. Nə irad var məsələn, 5000 ildən sonra mən görürəm ki, məsələn, əlbəttə çıxarımız dolu da. Yəni yeriyə bilək, düşünə bilək, gedə bilək, gələ bilək, oynaya bilək, ləzzət apara bilək. Yoxsa qocaldın, Alzheimer'də tutdun, qaldın orada, beləsi onun ərzişi yoxdur, onu da öldürsələr yaxşıdır. Amma məsələn, gələcək, heç bir şey yoxdur həsrətini çəkəsiniz. Bəşər təcrübə eləyibdir. O təcrübələrdən razı olmadığı üçün bura gəlibdir. Baxın, İran duyğusundan çıxır əşya. İran duyğusuna keçəcək ərslidir. İranlar ayəndəni görmürlər, gələcəyi görmürlər. Biz keçəcəyi baxmırıq. Əslən keçəcəyə baxmırıq. Keçəcəkdə mənim dedəm hər nə idi, oydu. İndi mən nəyəm? Gələcəyə nə istəyirəm? İndi nəyəm? Gələcəyə nə istəyirəm? Onu yaradacaq. Biz gələcəkdə nə istəyirik? Nə cür bir dövlət qururuq, nə cür bir millət qururuq, nə cür bir vətən qururuq, nə cür bir rifahın dalısını gedirik, nə cür bir hakimiyyətimiz olacaqdır. Haqlarımızı nə cür təyin eləyəcəyik? Biz çünki dedik da haqqı deyə bir şey yoxdur. Haqqı o zaman olacaq ki, sənin zorun ola deyəsən ki, bunu mən dedim, sən də qəbul eləməlisən. O sənin haqqın. Əgər sənin belə gücün olmasa, boynuna vurarlar, deyərlər ki, bunu qəbul elə, sən deyirsən çəşim. Hə, çox sağ olun, üzr istəyirəm. Dedim bəlkə mən ayrı cür düşünmüşəm, çox üzr istəyirəm. Bəli, doğrudur. Çox üzr istəyirəm. ATF cənabları, çox üzr istəyirəm. Mən sizin yazınızı iştimak düşürmüşəm. Əsəbani olduğumdan da üzr istəyirəm. Yəni iki dənə üzr istəyirəm dostlar. Biri dostumuzun yazısını iştibah düşünmüşəm, əvəzinki soruşaydım, mənzurunuz nədir? O cür çıxışdım, o cür rəftar elədim, çox yaxşı, əslən yaxşı deyildi, çox yaxşı yox, əslən yaxşı deyildi, çox da pis idi. İkincisi bu ki, əsəbani oldum, çox üzr istəyirəm, bağışlayın. Ən sonu da diyaq qutaraq, videomuz da uzun oldu, o da burada da yansın. Əski düşüncələrdən uzaqlaşacaqsan. Ağa bizim falan təcrübəmiz var. O təcrübə keçən vaxtda cavaz versəydi bu günləri durumumuz bu olmazdı. O keçəcəkdə nəticə verməyibdi o düşüncə. Biz buradayıq. Biz yeni düşüncə yaratmalıyıq. Pəs düşüncənin bu günləri saydıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24 dənə özəlliği olsa düşüncə sahibi olarıq. Bu 24 dənədən hangisi bizdə olsa düşüncə sahibi olmarıq. Sağ olun əziz dostum. Var olasınız, sağ olasınız. Bu iki məni güzəşt elədiniz. Böyüklüğünüzdandır. Var olun. Yox, qurtarıram. Əgər sizin vətən dostum, əgər sizin əmriniz varsa buyurun. Mən təqribən qurtardım. O 24 dana mənim nəzərimdə 24 dana özəllik var ki, o 24 özəllik sizin düşüncənizdə olsa geri qalarsınız. Geri qalarıq millət olaraq. Əgər o 24 dananı sındırıb önə baxaraq getsək gələcəyə və istədiyimiz imkansızları zehnimizdə yarada bilsək, onun eşidə yolunu tapacağıq. Mənim istədiyim, dediyim budur. Deyirəm ustad, vaxt qoyduğunuza təşəkkür edirəm. Az olduq, amma saz oldu. Çox sağ olun dostum. Təşəkkür edirəm, var olasınız. Hidayət müəllim, bir zat da ki, məni narahat edir, ona görə bir gün danışın. Bilirsiniz nədir?
Nədir gör. Buyurun, əgər o istəyirsiniz gəlin danışın. Əgər olsa onu buyurun, mən düşüncəm olsa deyərəm, ya gedib oxuyaram, ya da ki deyərəm, ağa mən əslən bu haqda bilmirəm. İstəyirsiniz gəlin deyin, ya da istəyirsiniz yazın. Mən onu Sara xanımdır, bəy deyilmiş. Çox üzr istəyirəm Sara xanım. İstərsiniz yazın ya buyurun. Mən eləyə biləm düşünəm, eləyə biləm oxuyam, eləyə biləm soruşam. Özümün də olmasa əmanət olaraq dostlardan düşüncəsini alıram, gətirirəm, həttən paylaşarıq. Yəni o siz fəqət əmr buyurun ya da ki hətta əgər istəyirsiniz burada yazmayasınız. Mənim direkt özümə yazsaz, mən indi proqramdan sonra gedib oxuyacağam. Dostlar, bu gün nə dedik, nə eşitdik? Birincisi güzariş verdik ki biz Düşüncə bağı adlı düşüncə otağı yaratdıq. İkinci dedik ki, bu düşüncə otağının mövzusu Güney Azərbaycan və İranda yaşayan Türk millətinin siyasi partilərinin liderləri ya mənsublarıdır. Yəni onlar gələcəklər. Qonu nədir? Qonu bulardılar və bunların siyasətləridir. Bunların düşüncələridir. Bunların xəritələridir, yol nəxşəsidir. Bunların Arıman şəhridir, beyinlərindəki o yolları sındırdıqları yoldur. Görək ki, sındıra biliblər, sındıra bilməyiblər. Oxuduq adların kimlər deyiblər gələcək yox. Soruları da bəlkə sabahları oxudum, əgər olsa, huzurunuz olsa sevinərəm, xidmətinizə ərz edərəm. Ondan sonra da düşüncəni danışdıq. Düşüncə, qabaqcan danışmışdım, bugün fərqli danışdım düşüncə haqqında. Ki, düşüncə nələr olsa düşüncə olmaz, nələr olmasa düşüncə olar. Düşüncə önə, gələcəyə doğru tamam sədləri, divarları, təəssübləri sındıraraq beyində yaratmaqdır. Elə ki, beyində yaratdıq, eşikdə bir gün o qətən yaranacaqdır. Dostlar, çox sevindim. Bir də dostlar gəldilər, getdilər. Hər zaman, hər kəs, hər zaman hangi tarixdə olaq, olmayaq. Bu videonu görsələr, bunu danışsalar, mənim səlamımı qəbul edin, ədəbsizliyimi bağışlayın. Sizin hamınıza can sağlığı, xoşluq arzulayıram. Gələcəkdə görənlər, kaş mən də sizinlə həm əsr olaydım, kaş mən də sizinlə bu əsri yaşayaydım. Mütməyin olun, bizim əsrimizdən çox gözəl yaşayacaqsınız. Hər şey bizim əsrimizdən gözəl olacaqdır. İnsanlıq da gözəl olacaq inşallah. O tərəfə gedəcəkdir. İnsanlığın hər şeyi fərqli olacaqdır. Biz vəhşi dövrəliğini keçirdirik insanlığın. İnsanların vəhşi dövrəliyindəyik biz dostlar. Biz insanlığın insanlıq dövrəsini görməmişik. Onu dinlərdə, məzhəblərdə söz veriblər, qovul veriblər ki, belə bir şey olacaq. İnsanlıq tarix boyu belə inanıbdır ki, belə bir behişti quracaq, belə bir cənnəti yaşayacaq insan. Qətən torpaq altında yaşamayacaq, qətən torpağın üstündə yaşayacaq insan. O cənnəti, o behişti, o insanlığı, o dostluğu, o rifahı, o əmniyyəti, o birliği, o bərabərliği, o gözəlliği, o xoş günləri. Amma xoş sizin halınıza ki, onu yaşayacaqsınız. Bizim nəsillərimiz. Sağ olun, xoş olun, var olun. Gecəniz xeyrə qalsın, gününüz xeyrə qalsın.